gözəl görsənirsən. Getdin düzəltdin. Orxan da gözəl görsənir. Təşəkkürlər ay videoqraf. Heç nəyi yaratmadı. Hə. Əqqabı. Əqqabı. Çox sağ ol. Əqqabı ay Davay davay əqqabı. özümüzə gəl. Antiklosko, antiklosko. Hədə qutar. Ben de yorum. Dənizə zadadı məsələn. Dənizə yarılmıyor. Nə vaxt gedir Efe? Dənizə. Başda Getdik. deyil. Heç nə olmaz. Ənənəvi şey. Bəlkə özün təqdim eləyəsən öz. Bir dənə ağlımda belə bir şey var, şey deyir. Tizərə qoyacağam onu. Azik kimi uşaqların qonağı Azikdir. Bu gün Antakloskunun qonağı Azikdir. Qəşəng. Patlatdın da bəyaz. Patlatdıq. Tez ol. Neydi? Soyadı neydi Orxanın? İskəndərli Çin. Kinan. İskəndərli. Onu qeyd İskəndərli, eləyəcək. hə. Çünki yazılar. Yes, bölümdə də Başda şeydə deyil. düşkən. Yox, bir dənə şey Ya, yox. Qonağımız Orxan İskəndərlidir. G ilə. Çi. Kinan. Ay bilə. İskəndərli. Qabağa çıxır. Bir də, bir də. Bir də. Qonağımız Orxan İskəndərlidir. Kimdir Orxan İskəndərli? Bu kimdir sualı biraz çətin sualdır. Doğrudan çətin Amma sualdır. Biz də illərlə taktik yaşayır verdik. ki, mən kiməm sualına cavab versin. Hə. Amma ki belə Şey də. fəlsəfi Hə, bir. zarafat. Heç kim belə şeydən danışmır. Nətər sənə Ay Orxan iş Sağ ol. güz kino mino. Sarfız yenə kinoya gəldi. Belə də normal gedir belə. Çünki kino çəkib qutarıb, baxılıb qutarıb. Aha. İndi hal-hazırda özüm qısa metrajlı çəkəcəm, ona hazırlaşırıq. Partlatdın da deyirəm hə Orxan. Zarfas partlatdın. Orxan Azərbaycanın çakırı oldu kanka. Hə, hə, mən ilk dəfədir ki, Nasıl çıxardım məsələn. ilk dəfədir ki, son dövrlərdə edit materialı görürəm. Ha, Bir edit materialı çıxdı hə, Azərbaycandan bilirsən. Seriala baxmamışam düzdür, vaxtım olmayıb, amma Ondan editlərə nə baxıram. Zarafat sözə nə TikToka gəl bax. oturmusan? TikToka baxıb gəl oturmusan. Burada 2 nəfər baxıb, 2 nəfər baxmayıb. Sən baxmısan deyə dedin zordur. Əminəm ki, zor Oturar serialdır. baxar. Ayda. Görüşürüz. Soxuşdu da. Baxmamışam. Tarlan birinci dedi ki, şeydir. Mən Qutaran- istəyirəm ki, qutarsın baxacağam, hə. qutarsın baxacağam. Qurtardı. İndi dedi ki, hype qutarsın ondan baxacağam. Yalnız da onu deyəndə bilim ki, soxur. İstəyir ki, mən deyir ki, mən istəmirəm 2 milyondan biri olum. Elədir Patladır də. da, dəli uşaq. Fərqliyəm də toplumdan fərqli Hə, ay insan sağ ol. olmalı. elə. Bəs özün öz Yaxşı, editlərinə baxırsan Orxan. Ha, baxıram. Paylaşır. Paylaşır. Repostlayıram amma harda İskəndərli yazmışam, ona repostlayıram. Zarafat serialda da İskəndərli yazılıb hə. Posterdə elə Posterdə, yazılmışdı da hə. dizayner bir Salam səhv dizayner. idi. Xoşuma gəlməyən editlər olur bəs. Belə də hə, olur ola repostlamıram da. Adam şükür eləyir ki, ən azından editi Bir düzəldir. hardasa məncə. belə şey manza olanda, doyla falan olanda repostlamıram. Belə amma repostlayıram. Amma sənə deyim, hər mahnıda oturur. Mahir Hə, ayqraqlar havada düşür editlərdə. Hamısı da oturur. Deməli dostlar. Hə. 28 mayla Nizamin arası bağlanır. Ümumiyyətlə mövzu kimi yox, prosta belə qısa bir danışa bilərik ki, növbəti bir ay ərzində nə olacaq? 1 il yox. Çünki formula metro bağlıdır. Məktəblər açılacaq. Çox qəribə bir Qəribə bir dönəm gəlir. Qardaş, yəni sadəcə piyada. Mən Bu arada düşündüyüm odur yollarda ki, bağlanır. piyada Amma getmək. o yola çatanda bilirsən ki, bu yol bağlanır. Bağlanır, hə, hə. Bayaq da yaşadım onu. Ümumiyyətlə o məncə bizdə bir problemdir. Elan necəsə bir Harda verilə bilər bəs qardaş? Mən də fikirləşirəm. Televizorda zətdə verilir əslində. O da bir sənətər verilir. Mehdi Üzeynizadə küçəsi ilə Orxan nə bilim filankəs küçəsi. İskəndərli Orxan küçəsi, İskəndərli hə. küçəsi bağlanır. Amma mən nə bilim o hansı küçədir? Mənə şey kimi göstərir. Şəkliniz adını atdı oram mən. nəsə app zad olsa zor olar ki, yəni məsələn, Waze orada çıxsın ki, göstərir. Prosta kim deyə Waze-ə girib? ona Waze-ə baxan? gedəndə göstərir. Hə də, də ki, gedəndə hə, bilirəm. Bağlıdır. Neçə ay qabaq amma xəbərləmişdilər də bağlanır. Sən niyə azı kim danışdın ki? Qaqaşım. Deməli Orxanın çox dəli kino şeyi var da. Orxan danışmır, mən biraz Hə, danışdıram ki, hə. Bəlkə sən də Orxan Mən- olasan. Orxanın Bu arada Orxanla Fərid və Tərlan iş yollaşıdılar. Artıq deyil. İdilər. Deyildir amma hə, Ekstra əvvəldən bir şey Torbanlı var. çıxdı, qaraya əl vurduq Hə, da. qaraya Şiirə yaxın işlədik bir yerdə. İndiyə kimi heç çağırıb eləmirdilər. Adım da keçmirdi buralarda. Tutuzdurandan sonra. Soxma birincisi. Yox. Özdə Orxan özü Mən dedi özüm ki, dedim ki, "Ay, sağ ol." Ola bilər ki, nə dedim? Utanırsınız. məsələ? Ya, hə düzdür, elə dedi. Hə, Dedi ki, ya dedim, məsələn bizim aramızda hype falan söhbəti gedirdi. Mən dedim ona görə indi Fərid sorry. Demə ola bilər ki, ona görə çağırmırsınız Hə. ki, hə, bu hype-a qondu. Ola bilərmi ki, mən sənə şirin gəlirəm deyə? Sonu nədir bilmirəm. Ona fikirləşmək ki, ona görə
Sonra gördüm ki Amma düz fikirləşmisən. Düz deyir, düz deyir. Çünki o müzakirəsi getdi. Utancaq getdi, uşaqlar da bunlar. Ağlımıza gəldi sonra Hype-a qonmayaq. Hype-a tanıyıram da. Hype qalıb bu led. Blöd. Üzr istəyirəm, üzr yəni. istəyirəm. 2 ay keçib. Baxa bilər ki. Az Kanana baxa bilər. Kenan Emin. Kenan. Ay Okan. Hə, deməli. Hı. Orxanın bölümlərdə nədir? Rey zadda yazırdılar ki, bəs daha doğrusu şeylər, postlar zadlar paylaşırdılar ki, ay nə bilim mikrorayon serialı belə elədi, nəyi təbliğ eləyir falan filan, orada aktyorların zaten şey. Ona da elə bir şey yazdılar yəni. Allah hər şeyi yazırlar. Girib amma elə izləyicilər ağzına. Heç cürə məmnun olmurlar. Paylaşmışlar ki, mikrorayonun əsəri. Uşaqlar yəni belə. Hə, şey Qəribə. məktəbdə nəsə olmuşdu, yazmışlar ki, mikrorayon əsəridir. Güya ki, mikrorayondan qabaq məktəbdə Şeydə Serialdan Heç sonra elə söhbət söhbətlər oldu. yox idi, hə. Serial final oldu. Daha heç kəs heç nə demədi də, o nə bilim. Bəs bunun növbəti sezonları gələcək. Belə bir plan var. Azikin intikamı. Bu barədə Hə, məlumatım deyilmir. yoxdur. Hə. Məlumatım Azik yox. pusu. Mikrorayon pusu. Ne yapabiliriz Azik? Bunlar mikrorayon uşaqları. Hə, vəbşəm Orxanın gözəl kino keçmişi var. Orxanı çox adam mikrorayonla tanıyır, amma Orxan özü sənət filmlərinin də. Şeyim də Yılmaz Ərdoğan deyir, mən o qədər kinoya çəkildim, axırda mən Gülbən Ərgənin qayını kimi tanıdılar. Zarafat sayəsi odur ki, tam istədiyin obrazda tutuzdurdun da. Tam istədiyin obraz idi bu. Belə istəyirdim, antagonist bir obraz istəyirdim. Antagonist. Bilirsən nədir antagonist? Antagonist. Onda sən hazırlıqlı idin də buna. Dedilər ki, belə bir obraz. Özün üçün evdə məşq edirdin, yəni elə Azik rolu gəlmir. Güzgüdə zad da belə. Belə şey qaraya girən ölümdür zad belə. Taksi driver o. Belə yo həmişə istəyirdim ki, nəsə belə antagonist rol olsun. Yenə Belə antagonist sözü gəldi. İçimdəki Antagonist Çılgın oynadı. İsmail. İçimdə o İçində bir şeylər var. İçimdə bir şeylər var. Yenə başladınız dostlar, söz Üzr kəsdilir. istəyirəm. Sonra qeydirirlər. Söz söyrükü bir. Yo, söyüşə Yo, yo, görə. hə, söz kəsdi, Aquşa hə. bölümündən sonra bizi yaman fazla. Yaxşı, onda danışmayaq da. Niyə? Yo, o nə sözdür? durum. Yo. Belə fikirləşirdim ki, həmişə istəyirdim ki, nəsə belə antagonist rol olsun belə. 3 antagonist. Antagonistə uğurluyor. Antagonist əvəzinə nəsə bəlkə tapasın təzə. Papito. Mənfi rol, hə. Mənfi rol, hə. Bu da Anti-qəhrəman. İstəyirdim ki, mənfi rol. Antikafe. Anti Anti-insar. Anti-insar. Yenə giclədi, hə. anti qəhrəman deyək, oynamaq istəyirdim həmişə. O da gəldi. Amma bu çox anti qəhrəman olmadı. Sənə deyim ki, Pis idi bu. Bu bildiyin qəhrəman oldu yəni. Kimə görə, nəyə görə? Əslində məncə ona görə. Bu bildiyin yəni hamı ona qəhrəman kimi baxmağa başladı yəni. Demək qəhrəman. Qaqaşım elə də. Ha. Anti qəhrəman. Hə. Bəs Mənfi müsbət eləyir. Qəşəng. Biri Antagonist deyir, sözündən sonra, antagonist elmlər- sözündən sonra hava dəyişdi. Olimpiyada zad oldu be. bəs şeydən sonra nədir? Serial gedə-gedə nələr Keçmiş dəyişdi? fikirləşirsən. Rey zad yazırdılar, sənə mesaj yazırdılar ki, bəs nə bilim, söhbət var, gələ bilərsən zad. Elə temalardan. Bəs söhbət nə olsa şey gedə var? bilərsən, hə? Yəni o şeyə sahibsən. Hər şeyi bilirmiş sizə Orxan haqqında. Heç gəlməsə də oturub danışardıq belə görürəm. Yox da çağırdıq. da. Baxın, Özüm elə orada kod deyirəm. Mən o da rahat. Kod deyirəm ki, danışsın. Çəkin Hə. sonra baxımda. Çünki nə temalar. Sənə elə mesajlar gəlirmiş. Belə azik söhbət var, gələrsən belə gülməli emojilərlə göndərdilər. Həmin də cavab vermirdim. Yazardın ki, Bəs Azik- 400 manat. Get də bir dəfə. Zəhmət pulla söhbətlər O O One Punch Man var, bir dənə gedir hər yerə. Ayda bir dənə söhbət getsən, bir 500 manatdan. Gör ara Normal yəni. Bəs içində bir azik var, nə qədər? Belə Yəni durum gedim desən çağırdıqları söhbətə gedib həll eləyə bilərsən azdan çoxdan. öz söhbətlərimi bir dənə həll eləyim. Olubdu bəs Ya belə söhbət. elə heç aidiyyatım yoxdur da. O Doğrudan, söhbət- ha. Heç aidiyyatım yoxdur. Ona görə belə də tanıyırlar da. Danış. Yəni Danış. yox zarfat Zabır sənət filmi zarsurt. Ya, Arxan çox Mədəni uşaqdır, nə? Hə, yəni də mədəni uşaqdır. Heç azik deyil. Heç azik deyil həqiqətən. Aziklə qəti əlaqəsi olmayan bir adamdır. Ona Yaman utancaqdı amma. Hə, Utancaqdı. utancaq. Belə başqa verilişə zada çıxanda Şir oluram. Burada nəsə gözlənti belə var. olur da, görsən. Nə gözləntiləri saxlayaq da, xahiş Düz edirəm. deyir, hə. Gözləntiləri saxlayaq. Ya yazardın. Ən darıxdırıcı bölüm ola bilər. Bas. Ya, elə bas, şey bas, yoxdur. bas, bas. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviases.az. Aviases.az.
gəzinti üçün. Dəhşətdir bu uşaq. Dəhşətli. Uşaq hazır cavabdır. Nə vaxt vurulursa onu deyirəm həmişə. İşdə Orxan haqqında paraşa çıxartmışdım. Hı. Təzə gələndə. Orxan gəzir. Hə, Orxana Tibet Orxan deyilirdi. Çünki Orxanla təzə tanış olanda nəsə hekayələr zadlar danışdı, amma yeri itirdim. Haradayız? Gəlmişəm ki, şeydir. Bir əməkdaşımız var. Adını şeylər reklam. Gəlmiş təzə tanışımızda gəldi ki, şeydir. Siz Tibetdə olmusunuz. Mən də çox istəyirəm ora getmək. Başda Tibet haqqında danışmaq olarmı? Mən baxmışam, mən Tibetdə olmamışam. Bütün Fəridə baxır, Fərid. Eşşəksən Fərid. Ya, Amma Sibirdə oldu. deməyib. Harda olmusan sən? Sibirdə. Stalin göndərir. Hansı şəhərdə? Novosibirsk. Novosibirskdən Barni. Barnaula. Danış da bəs o. Danış da biraz. Macera O hissə haqqında Oy. danışmaq istəyirsən. Problem Danış. deyil. Amma mikrofona yaxın danışsan lap gözəl olar. Okey. Hə. Mikrorayondur bədənim, mən ona görə ağıram. Mikrofondan görə. Neçənci illərdə olub? Qeyd eləyək ki, bu nə idi bu? Nə məqsədlə? Belə bu haqqda bir kiçik bir Məzuniyyət. Trans Sibir. Yox, ya, elə yox. Röya bala. Yox, Röya bala biz evlənə bilmərik. Trans Sibir dəmir yolu. Orada deyil. Sibirə gedən bir yol. Orada deyil, o nədir? Abi konuş artık. Montajı Belə eləyir sonra deyirlər ki, qonağın sözünü montajı kəsir. güvənərək Trans hər deyəndən şey. sonra mən neyim? Mən trans o mənadır. Trans odur. Trans odur. Mən özüm xahiş eləmişəm ki, sözümü kəssinlər. Hə, bu Sibirə niyə getmişəm? Kiçik Sarkarları dəstək. Bak görsən eşşək, sən pozdun. Səni mədəni eləyirdilər, bizi cındır çıxartmışlar. Hə. Hə, Sibirə hansı niyyətlə getdim, getmişdin? hava soyuq idi sən. Hadi qızla danışır. Yoga ilə, mən yoga müəllimi olmuşam uzun müddət Aha. və orada istədim gedim bu yoga rahiblərinin həyatını görüm necə yaşayırlar onu yoxlamaq üçün. Kung Fu Panda. O Bilmirəm, elə ağlıma o gəldi. Mən bu şey olur, belə asırsan paltarı, nəm rəngləyirsən, o tərz bir. Alışal Yox, bir rəynəmir. tapınaqda tandır yapın dedilər. orada elə bir ki, gəlsən 1 ay oldu da o proqram. 1 ay getdik. Mən də bildim o bir izad olub. Bir ay. Zorfa siz mən də elə bildim. O nə var? Yaxşı eləmişəm, Bir ay soxmuşam. tətil Bir ay, hə, edir. mən də Bir eləyirəm. kimi keçdi də. hə. Mən şey gözür, keşiş kimi gedib Ət zad orada. yemirdi zad. Elə nə idi o? Onsuz mən 13 il yemirdim. O. Aha, Zorfa. Və yediryanlığı da. 12 il yeməyib. Azik haqqında bütün düşüncələr yıxılacaq abi. Ay, bəzə Yoga gəldi- müəllimi, vegetarian. İşte gəldi ki, sifariş saat uzundur, kababı tıxırdıq. Və təzə gələndə zarafatsız bir ara Orxan şey elədi. Team buildingə getmişik. Sonra Hamı gördük belə ki, kebab zakaz eləmək olmur. Mən gəlib düyü yedim da belə. 12 il ət yeməmişəm. O da mənə tok vurmuşdu o vaxt. Ondan sonra Nə hekayələr. Zarfa heç nəyi tamamlamayıb. 2012-ci Sonra bir dəfə də fevral tok ayında. vurdu, təzədən ət yeməyə başladım. Elə bir. Şey, 2012-ci yox. Gəl sırayla Yox, gələk. Tok vurandan sonra niyə? sonra. Tok niyə harda vurdun? Ha. Bir dənə tok. Hə, oradan gəlir onda. Tok harda niyə? 2012-ci ildə mən bir təşkilat tələbə gənc, o vaxtda 19 yaşım var idi. Oradaydım. Sonra mən oradan çıxmaq qərarı verdim. Çıxdım oradan. Onlar da harasa köçürdülər. Bu detallar bilməm niyə. Orada belə köçürdülər. Mən də kömək edirdim də. Dostuma kömək edirdim ki, köçsünlər. Birdən oradan dedilər pajar qışqırırlar, qaçdılar bu tərəfə. Mən də belə refleks oldu. Qaçdım pajar olan tərəfdə gömən şeyində belə qəhrəman. İnəyə bura. Qəşəng. Bu səfər anti yox. Hə. Qaçdım ora. Görürəm yerə sudu yer və bidon dağılıb. Bidonu elə bir kimsə söndürmək istəyib, söndürməyib. Sayğac sən demə yanıbmış, oradan alov başlayıb. Mən də bilmədim də sayğacı təbii ki. Götürdüm bu bidonu, tökdüm o yanan yerə və belə 10 saniyə hardasa yerimdən tərpənmədim. Oyda. Amma bu mənə çox vaxt kimi gəldi də. Sonra tullandım ki, quru yerə tullandım, başladım gülməyə. Ha gülürəm. Amma mən illər sonra şeyin yerindədir, bilincin. Bilincim o tərpənməyəndə yerində deyildi də. Belə tullandım. Ha gülürəm. O sonradan bilmişəm ki, o sinirimdə belə dəyişmə olub. Ondan Quantum ölümsüzlük şey var ya. Bəlkə də orada ölmüsən. Bəlkə ölümsüz olmusan. Bəs əylənirdin o? Yoxlayalım. Gülən vaxtda əylənirdin, yoxsa? Yo. Yox, Bu bir narkotik növü ola bilər bəs. İsterik bir gülüş. Təşəkkürlər Tərlan. evdə yoxlamayın. Əsası bir Hə. də etmə. Hə. Tullandım, sonra çölə çıxdım. Deyirlər ki, elə bil ölmüsən də, belə ildırım çaxıb çölə elə bil. Oyda. Ne ölmesi kardeşim, bayılmışım. Ondan sonra gəldim evə. Dolma idi yemək. Mən dedim ki, tez keçdin abi.
Dolma vaxtı tok vurur mən orada. Qabağına dolma qoyublar ki, bala ye. Sən dolmaya Montaj əsəbləşmirsən elədim yəni. Montaj elədim. Mən dolma tok vurur be ya, mən dolma verirsən. Ət istəmirəm. Hə. Ala tokdan sonra evə get dolma gəlir. Elə biləm tok vurandan sonra qatıq yesən nəsə biraz xeyir olar. Hə, hər şey. Sanım qatığı, həqiqətən qatıq. Allah kaş möhtəşəm. uzanan yerdə dürüm gətirərlər. Zakazımızdır. O an gördün ki, ürəyin ət istəmir. Dolma yedib, bəlkə yedin dolmanı. Yox. Hə. Evə gəldim. Allah göstərmirdim heç ya. Bəs kələm də olmaz. Mərcimek. Kəsdim də orasını. Gəldim evə Gördün dolma. dolma yemək. Mən bir də ət yeməyəcəm. Niyə? Niyə? Nə dolması Yəni- idi? Ürəyin istəmədi də tok vurandan sonra artıq ürəyin ət istəmirdi. Yoxsa sən Həmin gün atarlanmısan qərar bəlkə. verdin ki, ət. Yoxsa qərar Sən verdim bir şey orada. deyim. Tok orada gülürdün məsələn. Yəni tokun buna nə adiyyəti var? Otaqda Dolmaz gəlmirdi. Gülüb çıxandan sonra dedin ki, ay bilə, ət yemirəm. Dolma nə? Ət yeməsən Dolmanı bunlar gördüyün anda olmazdı. bu qərarı verdin. Dolma götür. Dolma Bir də Bu evdə et yanmayacaq diyorum. dolma gördüm. Dadına bax. Nə dolması idi onu de. Gəlin məntiqsiz gəlir. Niyə elə bir Hə, ay şey? sağ ol. dolmaya girmək olmaz. Bu qərardan 12 il ət yeməyib bildin. 12 sonra mənə satdı ki, o dolmanın günahı yoxdur. Məncə iki hadisə arasında heç bir əlaqə Elə bil ki, yoxdur. Sadəcə Ay yox deyir montajdadım da arasını. Kəsdim amma Hə, riski Yolda keçirəm. məsələn yolda fikirləşdim, yolda inəklər keçən gördüm, şəkillər Hə. kəsirlər. İşte də ən önəmli yerin Hə, kəsmisən sən. Yox, sən birdən Elə şey Dolma. olmasa. Hə. olmayıb da, yəni bir əlaqəsi yoxdur. Sadəcə Mən elə bir çox belə fikirləşdim ki, mən 2012-ci il belə 5 il sonra fikirləşdim, mən niyə ət yemirəm də. Qayıtdım dedim, həmin vaxt məni tok vurub. Bəlkə ondan sonra oldu. travma ilə. Hə, travma var. Bəs indi dolma yeyəndə sənə tok vurur. Onun təsiri. Kələm dolması yəni kələm dolması yemə onsuz. Bəs nə dolması idi oradan? yarpaq dolması. Aa, yox. Mən də Yarpağı yarpaq, yox yarpaq demişsən, düşündüm həmin birinci. gün. Yox, Mən düşündüm ki, kələm Amma olsa, ət kələm yeməyə başlayandan əsəbləşdirər. sonra belə Çünki- güclü yarpaq dolması yeyənəm. Kələmin Yəni də- kələmin qoxusu ola bilər ki, əsəbləşdirib, zaten tok vurub. Kələm deyil. qanqaraçılıq. İsterik gülüşlərin zadından çıxıb Dəqiq gəlmisən ki, ki, o tok vurulan ərazidə bir kələm dolması ilə bağlı nəsə olmuş ola bilər və ya da dolma ilə bağlı nəsə olmuş ola bilər. Burada dolma yeməyin. Məsələn, bir 5 də sən bəlkə dolma yeyirdin, o gəl hadisə o oldu, travmanın durdun, bu günlərim ortaya çıxardaq. qaçdın. Dolma hardasa əvvəlcədən oldu. Dolma kimi Dolma dadı var. olub elə. o söhbətin içində. Dolma əvvəlcədən. kimi dadı var. Yox. Bəs 12 il ərzində əziyyət çəkdin heç ətsizlikdən. Yoxsa sən bunu çox rahat keçirdin bu 12 ili? Bir vegetariana görə Yəni biraz da mən gebir Orxanı şey necə tanıyanda, sıxıbsa. ilk dəfə görəndə Orxanı, Orxan bir vegetariana görə çox ətli budlu bir vegetarian. Hmm. Mən də sən Vegetarianlar altdan arı bəlkə də olur. gecələr durub Mars Yenə- yeyir. bilincində Bir olmadan dənə şey dolmaza vardı, o vaxt bir deyirsən. dənə vegetarian var idi. O vaxtlar mənlə eyni vaxtlarda olur tanıyırdım. Başlamışdı, amma Mən onu o böyük indi idim. şey oldu, Oyunda- Ustad oldu. vegan oldu, mən təzənətə qayıtdım. Ha, bir dəfə onun qapısını döyüblər. Çıx çölə. Qapını döyüblər, açmırdı. Ya evdə gizlin ət yeyirdim. Başladı. Yox, gizlin yemirdim. Özüm mən heç kəsə demirdim də ət yemirəm falan. Prosta moment hukuk düşürüb dedim oxuyuram. mən aş yeyəcəm. Sən ürəyin ət Hə. istəmirdi. Ətdən iyrənirdin yəni. Çünki Yox, iyrənmirdim. Belə sadəcə bir momentdən sonra bir hardasa bir momentdən sonra mən soruşdu mən yadımdan çıxmış niyə yemirdim. Bir moment dedi də 12 Hə, ildir. çünki o səbəblər artıq özümdən səbəbləri uydurmuşdum. O yeməməyə başladım. Sonra araşdırdım ki, kimlər vegetarian olur falan. Elə bir ki bu tok vuran söhbətdən sonra doğrudan yəni səbəblər Amma amma mən mən heç- bilməsən heç məncə. bir Mən bağlanmır. mən bir şey deyəcəm bundan bağlı. Gözünü Sən ət seveyim, yemək hə, sözünü kəs deyə, hə. yadımdan tok vurandan sonra amma belə doğrudan necə oldu məndə? Elə bir ki beynimi götürdüm faylları belə təsvir edim də. Götürdüm faylları atdım başqa papkaya. Mhm. Bunu Dolma belə arada format elədim. Hə, hə. Format elədim. Hinduşkan toka Sonra taxdın sonra. oradakı faylları Sağlam faylları götür. sual verdim ki, yəni niyə? Hmm. Niyə məsəl üçün dolma? Ha. Dolma papkası səhvən Məsəl üçün silinib. nəsə Ət sual, papkası. məsələn kalendar, niyə ayın tay belə suallar yadıma gəldi verdim özümə ki, niyə belə? Gəldin ətə ilişdin. Niyə sərhədlər var? Niyə Sən belə? gicəliyib o. Ki, Qaraqan olmuş. başladın. Hə. Belə suallar verdim özümə. Güclü vurub. Sonra başladım belə araşdırdım ki, kimlər var. Tok vuranlar camiasından.
belə sonra hissiyat söhbətləri gəlmişdi, Sonra amma tak bilmirəm niyə. Sibirə. Onu götürdüm. Toklu maşın Ha, oldu sonra. götürdüm meditasiya falan başladım sonra. yox. Elə onu deyəcəm ki, sən o hekayədən sonra sən getdin Sibirə. Yox, Sibirə 7 il sonra getmişəm Sibirə. Hətta hə, yəni şeydən. Amma əskərlikdə ət yemişəm. 2014-də əskərlikdə ət yemişəm. Ben ne oldu? Hə, 12 idi. Ha, orada şey deyə sonra- bilər. Orada şey olur. Hə, tok zat bir. O vaxt Hə. o vaxt Orxan vegetarian bilənlərinə xəbər olsun ki, əsgərlikdə hapur hupur Bəs Yemişəm. ət yeyirmiş. Orxan, o Sibirdə yəqin ki, bir ay ərzində qidanı nə bilim az verirdilər. Ya tutaq ki, Hə, xurma Sibiri zad danış, verirdilər. Hə, Sibir Sibir- hekayəsi. Mən bir dənə Sibir- qısa bir şey deyəcəm Denən, bu buyur. vegetarianlıqla bağlı. Sən ət yeməyə başlamağın da çox ani oldu. Bir gün gəldin ki, Orxan ət bəs yeyir. Tərlan mən ət yeyirəm. Sən gəl. Nəsə zakaz eləyək. Yox, yəni Şotu da sən ver. ətli nəsə zakaz eləyə bilərik, bildin? Çünki Qardaş sən o bir dənə ət. risk oldu. Elə bil ki, məsələn, dünənlərin vegetarian idim. Bu gün gəldin ki, bəs dünən oturdum Ha, gecə yeyirəm. düşündüm ki, mən Bəlkə bir dənə tok vurub elə. Bilmirəm, həmin vaxt bəlkə nəsə gizildədib eləyib belə. Ona bir dənə Zajqarla zadın nəysə. Vurub deyib elə Heç o 12 yeyir. il ərzində indi əsgərlik saymasaq da bir dəfə belə ürəyim ət istəmişdi. O da yadıma qalır belə kənd toyuydu. Orada qəşəng belə buğulama var idi. İstəmişdim, onu yeməmişdim. Bir dənə o yadımdadır. Amma başqa vaxt heç vaxt ürəyim belə ət istəmirdi belə. Sonra indi bura yaxın gördüm ki, bədənimdə hiss elədim ki, belə Tələbat var. Hə, tələbat var. Yəqin tok çəkilib Ece. Toxun gərginlik təsiri yavaş olub. yavaş azaldı. Tok Hə, hə, hə. bitib. Hə. Demirsən elə yeyir. Amma Orxan, o toyda buğlamanı yesəydin, məncə kayfdan ölərdin. Hə. Kayfdan. Mən məsələn indi ət yeməyə başlamasaydım indi azikdə olmayacaqdı 100%. Niyə? Çox arıq idim. Belə Hmm. belə Çox da arıq değildin, yox. arıq idim şəkillərə baxsan çox arığam. Həyatın nə Şəkilləri qəribə belə şeylərin güya. üstündədir sənin. Ayaqla hələ Sibirə keçsin. Sibir vəbşə. Sibir haqqında, hə, Sibirdən bir Sibirdə 5 minarə. o yoga yoga ilə məşğul olan vaxtlarım dietim yavaş-yavaş daha da belə dərinləşirdi. də. Mən 6 dənə meditasiya. Artıq heç nə yemirdim. Hə, Taxıl, Arıqladırsa nə mən də dedim. bu yoga mərhələləri var idi də belə 6-cı dərsə kimi məsələn yumurtanı bir ara çıxartmalısan ki, o birisi dərsi eləyə biləsən. Oradan. 4-cü, 3-cü meditasiya eləmək Amma üçün. kəsilsən Yumurtanı yenə yeməlisən. yumurtanı bir il yeməlisən. Hə, təzədən yeməli olduğun moment da olur. Nəsən Yo, başa yo. düşmədim. Elə bir ki, 3-cü dərsi almaq üçün meditasiya dərsi, xüsusi dərsdə o. Pomidor yumurta. Hə, pomidor yumurtanı ucu yemirsən. Hmm. İçində yumurta olan heç nə yemirsən. Ha. Onları elə bir şey yemirdim. Başladım ücə 2019-dan 2023-ə kimi elə bir yumurta da yemirdim. Soğan, sarımsaq, göbələk də yemirdim. Canan Karataydı. Hə, belə, belə oldu. Sonra Sibirdə də məsələn mən ayda 2 dəfə quru aclıq edirdim də 36 saat. Elə bir ki, bu gün axşam yeməyi yedim, ondan bir yürsü gün bir də səhər yemək yedim. Su da Sibirdə. içdim. Yo, yo, burada Sonra da. bunu davam Ha, elətdirdin. burada da. Ha. Bəs nə yeyirdin? Yəni şey. Həmin gün heç nə yemirdim. Yox, yox, 2 gündən sonra da misal üçün Həm baxmadım. səhər dururdum. Vupur. Bunu amma tövsiyə eləmirəm də, heç kəs Ha, eləmir, artıq ha. eləmirəm. Altdan Bəlkə də gedərik ki, ziyan bəzi olub şeydə başqadan. Nə deyəcəm? evdə Hə, mən- deneməyiniz tövsiyə olunmur. 1 litr suya limon bir də duz sıxıb onu içirdin, bədən Churchill təmizləyirdi deyir. belə bir şey. Onu yedim, sonra belə banan falan yavaş-yavaş başlayırdın yeməyə də nəsə. Hmm. Onda belə bu aralar belə edirdim, amma Sibirdə onu artıq ayda 4 dəfə eləmişdik də. 4 dəfə edirdik və hər səhər 5-də dururduq, meditasiya edirdik, yoga və onlar kimi yaşırdıq da, ayaq yalın, məsələn, qarda ayaq yalın gəzirsən. Zordur. Bir ayın Orada sonunda var. oranın 5 ulduzunu almışdım yəni belə. Bir ayın dəyişiklik sonunda hiss öcə edirdim. belə beynim o qədər təmizlənmişdi ki, orada telefon Maxe kimi qala bilərdin Ha. orada. Hə, şey qaldım, gizir. Telefon qoydum qurağa, bir ay. Hər gün səhər 5-də dururduq, səhər axşam 10-da yatırdıq, əsgərlik kimi də. Hmm. Və bütün günü də meditasiya, yoga fəlsəfəsi, belə şeylər. Təmiz beyin. Ha, Və zarafat. qayıdanda mən yadıma gəlir ki, kitab oxuyurdum. Kitabda elə bir ki, hər cümlədə nə istəyirdim belə qeyd eləyim də. Belə oxusam belə, indi məsələn belə oxuyuram da, bir dəfəyə belə oxudum. Amma bax hər bir şeyi belə səbirli şəkildə belə bir qeyd eləyirdim. Çünki sinir sistemim də sakitləşmişdi falan. Amma 2023-cü ildə qərara gəldim ki, ət yedim və yavaş-yavaş uzaqlaşdım yogadan. Öz məntiqli şəkildə qərar verdim ki, bu mənim yolum deyil. İndi elə belə arada meditasiya edirəm, belə sırf mantrasız, belə nəfəsimə fokuslanıb konsentrasiya üçün edirəm. Yoga hərəkətlərini edirəm bəzən, sırf fiziki olaraq, amma artıq Fəlsəfi tərəfindən. hə, fəlsəfi tərəfi ilə mənim həyat tərzim deyil, o razı da deyiləm. Belə davam edirəm. Amma danışığında o sakitçilik var. Var, ya. var. Bu oradan əldə olunubdu səncə yoxsa Yoxsa bax bilmirəm belə idi ya yox.
Amma oradan Tokdan sonra, Mən- tokdan mən- sonra olmuş məncə biraz orada. xarakteri belədir. Hə. oradan amma qalıb o oradan gəlib mənə. Çünki mən sinir sistemim bu həm hormonal yox idi mən elədim. Sinir sistemini də sakitləşdirirdi. Belə sakit olurdum da, belə rahat əsəbləşən olmurdum da, belə nəsə əsəbləşdirmirdi. Sonra 2023-cü ildə qərar verdim ki, ətiyim və köhnə özümə qayıtmağa qərar verdim də. Yadıma salırdım ki, mən nələri özümə qadağan eləmişəm. Çünki gördüm ki, çox şey özümə qadağan eləmişəm. Başladım onları, Sarımsaq yedin tez. sarımsaq, sirkə. Bəlkə biz ət yeyirik deyə bu gün də ya. Ola bilər. Şeydir, Nə Orxan, bəs düşünürsən? biz indi tutalım. Mən səsim gedir görən bayaq. Hə, Gedər, hə. gedər. Hə. Gedir hə. amma yenə də yaxın İndi dostlar. gedə bilərik şeyə, Sibirə. Yəni hara müraciət eləmək lazımdır? Rusiyada yaşayanlar da fərq eləyin O oranı. proqramı mən özüm burada da eləyə bilirəm də. Yəni Onda sən yanına Zabratda. adama 100 manatdan Sibir gələr. istəyirəm. Sizə gələk. Sibir yox, Sibriz. Şah dağda gedə bilər yanca. Hə, yəni mən burada özüm retritlər təşkil edirdim o vaxt. İndi heç nə eləmirəm. İndi fokuslanmışam aktyorluğa. Bunker müəllim deyirik. Bəli. getmək olar. Süper əlbəttə. qəhrəman həyatı kimi başlayıb amma elektrik. Yaxşı sən bir güc qazanmamısan. Qazana bilərdin yəni elə bir ssenaridə. Bəlkə qazanmışam. Bəlkə də. Qəşəng. Yenə Hadi hadi. gördün necə verdi? Bir qısa bir ara məncə bir. Qısa bir ara, bir dənə ara verək. Klas mürəbbəsi ilə. Verilişimizin Göstərəm. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda, yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviases.az-dır. Aviases.az. Gəzinti üçün. Bəli, qonağımız Orxan İskəndərlidir. Antaklosku. Bu arada aviases.az-da Orxan qaynar İskəndərli biletlər, üçün qaynar endirlər biletlər var, qaynar. İsti, yavaş olun, İsmail, əliniz yanar. Reskaç bir dənə. Reska bas. Astezondan baxaq. Qaynar biletlərin qiymətlərinə. Də İstanbula bax gör. Reski, İstanbul yoxdur ümumiyyətlə Ya, qaynar. İstanbula gedəcəyik. Qaynar. Bu qiymətlər harda var ya? Aviases.az-dan başqa. Bizim gözəl baş sponsorumuzdan Bu dəqiqə Bakı İstanbul 286 manat. Oturdun Bu get. çoxdur, bu çoxdur. Niyə çoxdur? Bakı Roma 210 manat. Bakı Roma 210 manat hansı şeydir? Hansı hava yollarıdır? Wizz Air. Okay. Nə gözləyir? Nə istəyirsən? Kişinyov. Kişinyovda nədir bu? Tacikistan. Moldova, nə? Yo, Rumıniya, Moldova o tərəflər. Moldova, Rumıniya qardaşlar. Budapeşt 118 manat. Gözəldir. Az Budapeştdə oldu. 118 manat uçmaq bir sənə Bax, demək. vizan olmamağı. Washington 1250 manat. Washingtona 1250 manat. Həqiqətən ucuzdur amma, yəni zordur, 2000 hə. zad olur normalda. Bali 1942. 1942 şeydə o Peyğəmbəri, müharibənin şeyi. Bakı Antalya 250. Yaxşıdır. Yaxşıdır. Bakı Atrau. Atrau 173 manat. Qazaxıstan Londona yəni. 273. Burası viza. Londona yoxdur. 273 zordur. Londona ümumiyyətlə uçuşlar ucuz olur. Amma baxır ki, gedə bilmirsən. Hə, də, gedə yəni, bilmirsən. Hara gedəsən? Qaynar biletlərə aviases.az-da Qaynar. baxa bilərsiniz. Aviases.az gözəl, möhtəşəm biletləri əldə etməyiniz üçün əla platformadır, əla saytdır. Aviases-dən özünüzə biletlər alın. Sonra da bizə skrin atın ki, aldıq. Allah haqqı. Gözəl. Yəni, Dostlar, bir hə. izləyicimizin bizə hədiyyəsi var, istəyirəm. Əla. Nə Tamam, gözəl. verim. Ən sevdiyim şey hədiyyədir mənim. Bu İsmailin. Nədir ki? İsmail al. Və Orxana göndərməyiblər. Yox, Orxan sən Ya, sorry ya, də, mən sən biraz istəmirəm. şey olarsan. mənim. Main karakter olmayasan, problem deyil ki. Nədir ki? Munisus. Fərid. Ən sonuncu mən niyə verdin ki? Açıyorum mən. Zordur. Elvin İbrahim. Bunu Eynar bəy bizə gətirdi, hədiyyə elədi. Buna şey zat, iynə zat batıranda şey olur. Sağ Mən Kəloğlu olmuşam. Mən konkret Hamı göstərsin Həqiqətən tadını, çox çox qəşəng. konkret Elvin İbrahim, konkret ha. Mən artıq bığlıyam. Tacım da var bax. Allah, dayan. Nə var? Hə, cüzə. Cüzə? Buna niyə çox şey gəlir? Fərd ən qəşəng səninkidir. Mən konkret bunu Elvin İbrahimə göndərəcəm. Hə, sizə bir dənə çox maraqlı bir xəbərim var. Bunu da deyərəm, bəzi bunu da qoyarsınız. Bazi. Bayburt bələdiyyə başqanı ilə Marmarisdə üzdüm. Belə bir xatirəm oldu niyəsə. Belə koylarda üzüşürdük. Baseyndə. Yox, koylarda da belə Təmas oldu yəni. tam təmas olmadı. Üzü getdim nəsə Üzü çıxdım keçmiş qayalıqların fikirləşirsən. şeyinə. Qayalıqlara çıxmaq istəyirdim. Biri əlini uzatdı ki, gəl zat belə gəldim. Dedi ki, ben Bayburt Belediye Başkanı, Hə, buyur. Zarafatsız amma elə bir şey oldu. Gəldi dedi ki, bəs
Haranın maralısan. Danışdı ki, hardan gəlir, nəsə belə Azərbaycan zırhı. Gəncədən gələnsiniz. Bu da dedi ki, abi biz o günlərim Azərbaycanlıları bəs şey. Azərbaycana gəlib səni. Qonaq elədi. Hə. Hə, bəs bu Bayburt bələdiyyə başqanı. Bələdiyyə. Bu nə bilim millət vəkili, nə bilim falan Sən kəsir. tutan kimi idi? Mən tutan onların atıram şoförü idi elə. Hə, sən belə tutdu, qaldırdı, sonra başladı onları Hə, təqdim hə, eləməyə. sağ, hə. Bayburt bələdiyyə başqanı da zarafat saqqaşa kişidir. Şirin kişidir. Mete Memişli adı, nəsə elə bir şey var idi. Prometey salamlar. Danışdın ondan da nəsə? Danışdım, hə, belə ki, yəni də belə Bayburt. Bayburtun harda olduğunu bilmirəm. Bu arada Bayburt Türkiyədən hörmət edilməyən. Hə, hə, nəsə belə, amma kişi dardan şirin. Adı nə kişi idi? Nə Memiş? Memiş. Mete Memişi idi, nə idi nəsə. Onu da Memişin çəkin nə- bəz zəhmət almasa qoyarsan da. Yaxşı. Həqiqətən şirin kişi idi. Hmm. Hə, belə bir Bayburt bələdiyyə başqanı ilə gəzdim. Gözəl, maraqlı hekayədir. Xatirə idi. Hə, doğrudan maraqlı. Yəni indi danışdı. Orada daha maraqlı idi, bildin? Hansısa qayanın ucunda. bunu Ucunda. bilmək. Memnun oldum zat bir şeylər danışdın, sonra sən təzədən dənizə tullandın. Hə, hə, yes, Üzərə yes, uzaqlaşdın. yes, yes. Hə, 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 ay sağ ol, tam olaraq elə. Üzdüm, üzəndə onunla, hətta nə başqa bir yerdə üzəndə şey çimmə növbəsi olur, belə suya tutma. Orada da bunu yenə gördüm ki, hə, buyurun başqanım zad bildin belə. Başqan geliyor qaldırır. Hə? Naxat da uyum sağlayır. Hə, ki yəni də vay. Brasok atdı sənə. Yo, yo, heç eləmədi. Demirəm çox şirin iş. Dedim bu da mənə torpaq verin Bayburtda. Yo, yo, elə şey demədim. Daha ayıb baxın. Orxan sən zor sözünə oxşuyursan ya. Z haramdadır. Bilmirəm. Zor sözü sizcə nə rəngdədir? Zor. Tünd göy. Yoxsa Hə, tünd göy. tünd göy. Mən də tünd göy fikirləşirəm. Tünd Zor. Məndə məsələn o sinesteziya, onu demişdim bir dəfə. Bu verilişdə onu deməmişəm amma belə də arası demişdim. Arada Sinesteziya çox var detal məndə. verirsən, nə lazım. Arada lazımsız o qədər detal buraxsan söhbət uzanır, hə. Sinesteziya var məndə. Rəqəmləri, Bilirsən də. xüsusi rəngləri var onun. Rəqəmlərin xüsusi rəngləri var mənim üçün. Məsəl üçün Hə, hamı üçün mənim var üçün da, hə. hamısı elə. Davay da getdik. Yo, hamı üçün deyil. Mən Azar- necə Ya, yəni? Çox adamdan soruşmuşam, deyir ki, məndə yoxdur. Məndə var Necə, bir 100%. Yo, hər adamda Yo, yox. rəqəmlərin Hə, hər cinsiyyəti adamda zad yoxdur. yox, deyir rəngləri. Rənglərini deyirəm də. Məsələn 4 4 mənim üçün göydür, neysə. açıq göy. Açıq biraz açıq göy. Yo, məndə. yo, məndə normal göy. məndə qırmızı. gəldi 7 sarıdır həmişə. Həmişə. Nə vaxt soruşsan. Yox, Yo, yeddi. bir dəqiqə. Ya birdən gedək də, bir dəqiqə, Sən birdən necə? gedək. Bir ağdır. De, amma rəqəmi de, rəngin demə. Hamı eyni anda desin. Hə, Çünki hə, sən hə. sarı dedin, mən sarı. 3 deyəndə baxsana, deyək, hə. davay, hə. Birdən gedirik. 1, 3 deyirəm, rəngini aldım. deyirik. Hamı fikirləşsin. 1, 2, 3. Sarı. Ağ. 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 4 ağ, 1 sarı. Sarı 2. kim dedim? Yəni 2-ni fikirləşin bir dənə. 2. 2 çox qəribədir. 2 el eşşəyin. 2. Qara. Qara. Bir yerdə Yo. demir. Bir yerdə demir. Yo, hələ demir, fikirləşirdik də. 1, 2, 3. Mavi. Qara. Nə bilim. Yo, Hə, 2 heç nə iki məndə heç yox da. gəlmədi. Məndə xan. 2 qaradır. İndi 3-ə gəl, 3 dəqiqdir məsələn. Bulut boz da 3-ə olacaq. gəl. Hə, 3. 1, 2, 3. Qırmızı. Qırmızı. Biz Mən sarıdır ki. qırmızı. Göydür. Mən göy. Yox, sarıdır. Zaten Qırmızı, amma qırmızı. sinesteziklər hərəsi bir rəng görür. Sarı, göy, göy. Qırmızı, qırmızı. Biz ikimiz qırmızı. 2-yə bəzə 2-yə məsələn okey oldum. 2-yə mən boz. Cüb qoxturdu ha. Yox. Ağa yaxın boz. Qaraya yaxın boz. Qara yaxın boz. Tünd göy. Sən elə deyirsən, söylədi də. Yaxşı, 5-5-i bir dənə söyləyək. 5-ə gəldi. 4-ü demədi. Aha. 4-ü mən dedim. Dördü sizə. 4-ü Hə. dedik bayaq. Tünd göy, mən Qırmızı. də tünd göy. Qırmızı. Mən də Mən dedim. açıq Aha, göy. 5-ə gələk. 5, 1, 2, 3. Qırmızı. Şey. Nə? Bənövşə. Məndə Qırmızı. qırmızıdır, o da qırmızı. Qırmızı. Sarını atdım Qırmızıdır amma. 5. Sarı. Sarını atdım belə. Heç nə demədim. Sən niyə işə demirsən? Bu nə belə iş? Küstü ya. Kameranı elə vurursan çıxıb gedirsən. 6-ya. Hə. Gəldik aldı. 6-ya gəldik. 1, Erməni 2, zadı. 3. Narıncı. Qırmızı. Yaşıl. Ha, bayaqdan qırmızı sıxıram. Hə, laxasız. Həqiqətən 6 qırmızıdır məndə də. Qırmızı qələmlə. 6 bəlkə qaradır. Gəldik 7-yə. 7-nin bili. Yaşıl heç birinə oturduram Yaşıl bilmirəm. yedi, mən. yaşıl. Məsələn, o vaxt televizorda o şeylər qoyurdu nə? Hə. Yaşıl ATV yaşıl idi deyə mən ona görə həmişə onu 6-ya qoyurdum. OTV yaşıl idi. Yaxşı, bir dənə gözlə, bir dənə gözlə. Şey, Nə? ədədlər Öyle üzərində. Bir dənə logo. saxlayın. Logosunda yaşıl var idi ATV-nin. Göy deyildi ATV-nin loqosu. Göy idi, düzdür. Boz göy Yaş- belə bir şey. Sən rəng kor ola bilərsən. Bucaq, hə? göy Belə xəttlər. yaşıl var Yox, yox, bu şey. Arasındaydı yaşıl. Düzdür, yaşıl yox idi. 3 bucaq qırağından belə Göy Hə, xəttlər. xətt çıxardı. Hə, hə.
Sən TV basdın. sözü mənə yaşıl. Sən şeyi yaşıl deyirsən. Soy var, Kanalı soy. Kanalın çevrəndə. rəngi yaşıl. Rəqəmi Sən şey gəlir. oldun Ha, ne? düz deyir, Eski soyda var Türklər idi. yaşıla göy deyiblər. Hə, göy soy ərtiz production. aldı. Soyda hə yaşıl var Mən idi. oyunu asasası olub ya. Mən nəsə yaşıla qoymuşam. 8, 1, 2, 3, göy. Qırmızı, nə bilim. Bir dənə deyən, bir dənə deyən. özü Hər rəqəm fərqlidir də. İndi gəlin bir dənə rəqəm deyin. 84. 42. Allah yox, 84 Məncə nədir? ədəddə 84, qarşı yo, yo. Əgər o qardaş. o yoxdur, yəni 84. Yaxşı, 84 olmasın, yaxşı, 14. 80 nədir özü? Ümumiyyətlə 80-ə 80 14. deyən. Cındır. 14 Mavidir. Thierry Henry. Və 14 məncə də açıq mavi. Səndə heç nə açıq mavi deyil, elə ancaq mavi sıxırsan. Ha, mavi. Açıq mavi düzgün ifadə deyil. məncə. Mavi, mavi, Düzgün masmavi. ifadədir, amma mən- Numerologiya ilə maraqlısan sən deyirsən. Düz deyil. Ha, o da mənim sinestetikligimlə Bir biraz hə əlaqəli bilət. ola bilər. Rəqəmlərlə insanları assosiasiya edirəm. Misal üçün İsmaila nə verəsən? İsmail 6. Ağzına erməni zadı. Maraqlı. Mənim bir də, mənə dənən. 7. Sən jo ad gününü bilirəm deyə mən 13 kimi yadımda qalmısan. Hə. Nə sənə? Amma Fərid. belə 7 hə. 7 gedər. Fəridə Demirə, demirə. Fərid də bilirəm də ad gününü ona görə. 4 gedər amma Fəridə. 6. 4 gedər. Hə, 4 gedər yox, Dörd gedər, 8 də gedər. Hə, yaxşı, zarfas bizə azdan çoxdan tanıyırsan. Bəziyə neçə gedər? 3. Demə də. Yox, atıram da görüm. 18. Bəzi sən şəhərdən inşaatçılara rahat Mən gedərsən. millidə 18 Avtobus. nömrəni götürəcəm onda. Mən- Orxan numerologiya ilə zarafatsız əlaqəsi. Orxan ümumiyyətlə çox dolu insandır həqiqətən, zarafatsız. Prosta boşala bilmir. Yox, yəni prosta belə azik obrazından Sözü biraz qəlbətindən alırıq. Ona görə deyirəm. Hə, amma ümumiyyətlə belə çox həqiqətən də kəndini çox yetişdirmiş insandır yəni bu. Sim insan. kontur yükləyəndə o silirdin rəqəmlər zad. Orduca şey Bir dəfə sim eləyirdin. kortu Nə Sim deyirsən? kort. bir dəfə belə Impossible. yaddaşımla belə oyunlar oynayırdım. Götürüb sim konturu götürdüm, silirdim. Hı. Yadımda saxlayırdım, gəlib evdə vururdum, atırdım, gəlib evdə vururdum. Hə. Qəşəng. Neçə dəfə belə vurmuşdum. Bir dəfə vurdum, getdim evdə yadımdan çıxdı. Qayıtmışam valla axtarıram. Məsələn sən o günə yemək almaq aydın evdən çıxıb yemək almaq yadımdan çıxmış. Bəs konturda Gəl deyirəm ki, yemək alma. Nə yeməkdir? dostlar kontur yüklənən vaxtlarda 13 rəqəm idi də Yox, orada. 16. 16. 16 rəqəmi atmısınız özünüzdən ki, bəlkə kontur gələr. Atmışam hə. Amma sənə bir şey deyim bəzi. 2 dəfə zad atmışam. 2 dəfə atdım və gördüm olmadı. Tutuzduran olub Hə, görəsən. hə, olub. Doğrudan. ha. Yes. Olub. Bilmirəm, yəni mən onun yalançısıyam, amma məhlətə şey vardı. Amma deyirsən 3 dəfədən artıq yox, Hə, hə. olmazsa Sən qızqırdı. vaxtın olmuyor. Olub amma o telefonum olmuyor. O gərginləşdirirdi amma. 2004 nədir belə 2004. Zarfası o çox Mənim gərgin. ilk telefon. İlk Səhv telefonunuz nə yoxsa- olub dostlar? İlk telefonun nə olub? Nokia. Nokia nə? Modelində nə? Prezidentski deyirlər, nə deyirlər? bir Çəkin şey də var. qoyarsan. Arxası dəmir. Yağ. Məndə şeydir 606 nəsə 63 olmalı. 63 olmalı. Məsələn sən 63 60, olmalı 30. kimi klassik bir şeyə 600. Sən zad 60 dedin 30 sən. oldu. Yox, Bilmədim məndə də, amma onu almışdılar Sony da. Ericsson K700. Sən 62-30-a da oxşursan ya. Sən də 62-30 iyi. Bir şey deyim, 6300 Deyirsən konkret də olaraq. Volkman oxşur. 6300 bildiyin şey idi, yəni Amma mənə denk gəlmişdi. Polat dövlət Alemdar da, işçisi kimi, yəni. hə, Polat Alemdar idi. Qardaş, Yəni, səs savaşları var idi bir ara telefonlarda. Mən- Qapaqlarını çıxardırdılar ki. Mənim ilk telefonum olub şey, Ericsson. Nokia Express Radio. O səs savaşının. O savxozda şeyi idi. istehsal oldu. Ya, ya, O istəyir. ya, da indi yazıb baxarsan. O səs savaşının şeyi idi. Ondan sonra da Nokia C2 olub, amma bomba. Nokia'nın bir Bomba ara diyorlar. səsi çox yüksək bir telefonu gəldi. 73 O Express Radio o generasiyanın telefonlarından 60 biridir. 30 belə yüksək idi. Yo 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 Öz- 60 öz 30 yox. vaxtında. Biraz belə qalın idi o. Qıraqları da Bildim, yumru. bildim. Hə, bildim nə edirsən. Heyvan kimi səs. Dənizdə zad da kimə səs gəlir. Belə Tamam. bir şey Qırmızı gəldi buralara. Nokia bir Yox, yerdən qıraqda sonra yarpaq bir şey də var idi, belə parlaq. Nokia'nın dövründə texnologiya belə deyildi də. Nokia prosta kafasına görə fərqli dizaynlarda telefon buraxırdı ildə 3-4 dəfə. Hə. Hərdən S hərfi kimi nəsə gəlir zət. Baxıram ki, nə qəribə Qapağı telefon. arxasından Nə qəribə açılır. telefonlar olur. Nokia'nın bir modeli var idi, nazik. Biri var idi bir belə şey. belə açırdın, belə fırlanırdı, Hə, belə hə, olurdu. giyirdin. Niyə elə bir şey? Qardaş, biri var idi çubuq kimi nazik. Üstündə bir knopka var idi. Məsələn, Mən bilmirəm o necə işləyir, hələ də bilmirəm. A o telefon necə buraxan işləyir. yox idi başqa. Elə danqana Hə, hə. boş piyasaya Yəni, buraxırdılar. amma Rəqib yox, bir sən şey deyirəm, yox. Nokia izləyirəm mən. Mən də üzülürəm ha. Hə, ən son Nokia da ona görə uduzdu da.
Lumia. Necə gülməli həmlədə. Qardaş, amma Lumia zor idi. Kaş Hə, tutardı. yox. Rəngli məngli. Rəngli Rəngli məngli. məngli. Menüsü zadı zor. Axır da eləyirdi menüsü. Kvadrat menüsü var. Mən bir dəfə Word Telekoma gedib telefonu alırdıq. Tutaq ki 6230 alıram da. Gedib demişdim ki, bəs sizdə Nokia 6230 var. Bu da belə baxmışdı ki. Hə, 6233 dostlar bu. Hə, 60. Hə, bəs Hə. İki səsli bu gəlmişdi. Ha, bir də Eşək biri var, kimi ya. səsi var idi. Biri var ya, ən klassik olanı. Düymələri belə qabarıq olan. Bildin necə basırsan belə havalı. Ekranı rəngsiz olan. Hadisə. Hə də ekran yaşıl Şey rəngdə də- olur. Hə, bir ara. Ən klassik. O qırılmayan Heç demirsən. onun adı da belə. Sənə bir şey deyim, mən əmim hələ də onu istifadə Bir həftə zaryadkaza saxlayır. Dəhşətli bir telefondur. Hə, hə, O mimlərdə zətdə əmim hələ də Qırılmayan onu o. istifadə edir. Nə idi o? Kasıb telefonu idi bir dənə. Onu. Sənə bir şey deyim. Konuş o dövrə görə dəhşət yaraşıqlı telefondur. Məsələn, sən hansını deyirsən, heç tapışa bilmir ortada. Bir də mövzu açacağam. Hə, Siz aç. tapın, sonra suallarım var Orxana. Allah uzaq eləsin, Allah uzaq eləsin. Amma türməyə düşsən, özünlə götürəcəyin bir yaxın şəxs və bir məşhur. Bir Tirməyə düşəndə öz yaxın şəxsini niyə götür bunu? Yox da, yox, indi şey də. Ya türmə olmasın, nə bilim şey də. Adaya. Adaya, getdi adaya. Getdi adaya. Hə. Amma türmədə deyəcəm nəyə görə? Çətin şəraitdir deyə ada deyirsən. Yox. Orxan, davay türmədən gedək də. Türməyə düşürsən. Ora apar özündən. Neçə adam? Amma bilsən hara? Amerikadakı türmə. Yəni Amerikadakı o şeydə belə. Alcatraz. Hə. Guantanamo. Ora gedəndə özünlə götürəcəyin bir yaxın dostsa kim ola bilər? Bir dənə də məşhur şəxs. Ev həbsi deyək gəl. Yəni şahsmin də türmədir də bu da. Hə. Türməyə səni götürürəm çünki sual sən vermişsən. Yaxşı, okey, biri. Məşhur şəxs Hə, bir dənə də məşhur şəxs. Robert De Niro. Tarantino. Qızdan muzdan olma götürmə. Taran gic olarsan Hə, Orxan. zarafatsız. Zarafatsız Yox, Tarantino bezdirərək. gündəlik həyata Elə çəkilməz belə. amma. Məndə var, hazır var. Tərlan. Tutaq ki də hə, Tərlanı götürdüm. Yəni Qoy seçərik. götür, Ayaq da gedirik də zordur. Bir də Ronaldinho. Hə. Bəzi Ronaldinho gedər ya. o fərq edir. qədər həzz Yes, alıram. yes, Yəni bilsən necə? Bir dənə də istəyirəm ki, Hətta topda. yəni Yox, gəl pudralan nə futbola necə sən qalarsan qıraq. Hə, yaxın mən də öyrənərəm. da. Yaxşı, Hə, onlar öyrənər. yaxşı sən Tərlan götürmə. futbolu öyrənər. Amma Ronaldinho futboldan başqa heç bir işə yaramaz Fərid. Bəzi, Məsələn, mənə qab lazımdır. yumaq tutaq ki, qab yuyulmalısa ona heç vaxt kömək eləməz. Bəzi Deyək ki, mən Amma mən zor sənə bir şey futbol deyim. zor olar. Bəzi- yəni. Eşək kimi top çilgərlər. Mən Bizə də deyirəm mən ki, Ronaldinhodan onu gözləmərəm. Nəyi? Deyirəm Nəyi? ki, Ronaldinho sən elə burada topu Yo, Ronaldinho qabağına onsuz yaran eləmirəm adam yoxdur. deməz. Eləmirəm deməz. Eləyə bilməz. Hə. Qab yuyan. Yəni mən də buna Hə. görə Ronaldinho qınamaram ki, sən Hə, qabı mən yumursan söyləyəm da. ki, Allah. Hə. Mən onsuz da Ronaldinho-nu sırf məni əyləndirsin deyə, yəni topla Elə bütün gün- Hətta hə, o. Səndə kim olar? Amma səni götürmədim. Üzr istəyirəm çünki futbol Ya. oynamıram. Bəs getdik. Neçə nəfər götürməliyəm? Bir dənə tanıdığın Qapıda deyənlər, şəxs, qapıda deyənlər. Bir dənə tanıdığım şəxs. bir dənə də məşhur. Fikirləşək də. Qız da götürə bilər. Yox, Üstünü qız gör zamal götürək. götür. Yaxşı da Fərid. Yox da, yəni bu ölür axı. Allah canınızı. Dədəm. Yox. Hə, amma olar da. Dədəm götürərəm. Hə. Arada dədəm də, yəni müttəfiq eləyərik, söhbət təşəkkürük. Bir də Monica Bellucci cavanlığım. Orada Sən necə? yox da dədəmə deyərəm ki, hətta zəhmət Sən olmasın. Monica Bellucci-nin cavanlığını götürsən bir 40 il yatarsan. Rahat 40 ilin var. Dediyi dışarı alalım. Atama deyirəm ki, sən babalıq sən o tərəflərdə biraz takıl. Ata get bir dənə 30 adısı. Niyə cavanlığında nəysə. Boş ver. Yox da, Qazandan sonra da atan. Qardaş, indi çox qocadır. 60-larındadır, ayıbdır. Nə oldu? İndi atam Monica Bellucci götürsəm, mən oyunda olmayacağam. Dedim də şey, bir dənə tanış deyim Fərman Bəşirli. Məşhur fikirləşirəm. Çox fikirləşmə də, məzələr sənə bir dəqiqə türməyə sənə basmır. Çılğın dondurmacı. Çılgın zarafat Hə, çılgın dondurmaz. versin Əlvəyal dərən. Orxan, sənə aktrisalar adı çəkəcəm və onları sırala. İlk 10 numa görə. Aktyorluqlarına görə. Bax da Bilmirik. Hə. Natalia Portman. Neçənci yer? Hətta Dörd. özü də. Dörd. Fikirləşir də. 4. Monica Bellucci. Monica Bellucci 10. Məsələn, zor fosu. Onu düz eləyir, çünki o mən seçdim. Scarlett. Əsl- Scarlett yansın. Scarlett 9. Bunu Scarlett 9 məsələn. Bir kimdir? Onda Onda bir bir gözlə, bu görək. Scarlett Aktyor, Bizim bəxtinə düşdü olur. Nicole Kidman. Orxan Scarlett haqqında Beş. bir də düşünəm. 5. Scarlett 9-a qoydun. nə? Xahiş edirəm, Scarlett biraz. Hadi Monika Tərlanı götür. Scarlett qaldıraq da biraz. nə olar. Megan Fox. 11.
Yox, 10-luqdur da. Amma düz deyirsən. Hə, Yəni hə, 11 hə, itilsin. Helin reklamında çəkilən adamdan mən Quşlama Margot Robbie. 13. Yox Ya da, ya, qoy da 10-luğa, deyirəm. 10-luğa. Yəni görüm nə Daha edir. o birisi aşağıdadır amma mən sizin Sən Audrey Hepburn'un adı. 8. 8 zor çünki ölürəm bundan ötürü. Fədai Laçın. Qardaş Fədaya açın. Müğənni və aktrisadır. Aktrisadır. o. Aktrisa. Ha, şeydə Wikipediyada aktrisa yazır. Ay, o ancaq müğənniliyi var. Bir Düz də deyir, ancaq. E, yox dedi yenə də. Görmüşüm o aktrisa olduğunu. sən də ancaq Bir. aktrisa alıb götürdün, nə Orxan? Yaxşı, bir getmir. Hə, yaxşı da 7. 7. Hamısının rəqəmləri də əzbərləyir. Jennifer Aniston. Aniston. Sor deyil o. 6. Nikol idi. 6. Eşşək sizə. Ölür. Aniston dedi. Məlumat elə gəldi mən. Mənə də gəldi. Sən də gəlmədi də gör xana. Tutalım temadan. Birini də mən deyim aktrisa. Ya, yaxşı, nə yaxşı. Qamatan sizə. Yaxşı deyil. Hər dəfə də onu deyir. Eşşəkliklər çıxdı. Ana de Armas. Ana de. Anladın? 3. Ana de Amma Armas. çox qarışdı yəni. Sən bildin kimdir o? Ana de Armas. Blake. Onu da Bəs almasa- nə qoyursan üç? Soruş deyək. Bəli, nə deyəcəm, qoydum. Amma Orxan səhib şey Olsun, deyim. Biri elə birini qoyacaqsan 3 ki, sonra olsun. 3. Sevinəcək. hamı Blade sevinəcək. Runner. Zardan. Hə, Jennifer Lawrence. Jennifer Lawrence heç birliyi deyil. Mən söylənirsən. Ana da armaz. Bax yenə də fikri dəyişəsi olsun. Hələ düz. Orxan sən də arvad bassan, ancaq qadın zat şey. Bir dəqiqə Jennifer Lawrence tanımırsan? Tanıyıram. Hə. Ona görə o 2-yə düşür də indi. Bu Məcbur. Şəxsi bir Məcbur. tanışlığı var yəqin. Mənə görə hamısı Problem Sweetie yaşayır. Fox. Mənə görə hamısı 10-dur. Bir. Bir dedi Fədai Laçın. Kadar olsun düşdü birə. Hələ dedi birə şey deyirəm. Aktrisa. O yazır ki, aktrisa olacaq. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda, yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviasales.az-dır. aviasales.az gəzinti üçün. Dostlar, sentyabrın 17-sində quiz night'ımız var. Ünvan Pabzadə. 50 nəfərlik bir canlı çıxış olacaq. Həm antaklosku, həm də maraqlı suallar. Fərqli bir şey olacaq, yəni bizdə. Quiz də quiz. Quiz olacaq. Qaldı ki, bizim canlı çıxışa, canlı çıxış planlayırıq. Tarixi dəqiq deyil. Avqustun Tarixi dəqiq sonu deyil. deyək. Avqustun sonu deyək və bu Ümumiyyətlə avqustun sonu və sentyabrdan etibarən ayda 2 dənə canlı çıxışımız olacaq. Bunu da biləsiniz. Amma sentyabrın 17-si bu dəqiqdir. Pabzadədə quiz night'ımız var. Rezerv eləmək üçün aşağıdakı linkdən və ya nömrədən zəng eləyib rezerv eləyə bilərsiniz. Bu qədər. Mən də bir-iki şey qeyd etmək istəyirəm dostlar. Zəhmət olmasa girin subscribe olun. Instagram və TikTok səhifələrimizi izləyin. Bəyazit bura o linkləri qoyacaq. Təbii ki. Zəhmət olmasa izləyin, likelayın, bir şey eləyin də. yaxşı eləyirlər. Prosta elə belə hə, zorsuz onunla yox. Bir şey eləyin, bizim üçün bir şeylər eləyin. Əlavə olaraq aşağıda Telegram kanalımızın linkini qoyuruq. Ora daxil olun. Növbəti bölümlərdə qonağımıza canlı birbaşa studiyaya bağlanıb qonağımıza canlı suallar verə bilərsiniz. İndi bu gün Bir alınmadı. dənə mən Bunlar hamısı bəyaz çıxdı ortaya. Mən bir dənə bir şey deyim. Buradan üzümü tuturam. Avropada yaşayan, təkcə Avropa olmaya da bilər, Türkiyədə Asiyada ola da bilər, olar. fərqli yerlərdə ola bilər. Yaşayan və bizi sevən, bizi orada atıram da bir Bayat 100 edən. nəfər sevən tutam ki, atıram. Sevən. Atıram məsələn Polşada bizi sevən bir 100 nəfər var. Orada bir necəsə Konkurs keçirdik. təşkilatlanıb bizi dəvət eləyə bilərsiniz. Biz Gəlib orada da canlı çıxış orada eləyə canlı bilərik. çıxış eləyə bilərik. Hətta orada açıq Qəşəng deyim canlı ki, çıxış şəxsən eləyək. öz adıma deyirəm ki, mənim bir çox da böyük maddi gözləntim yoxdur. Sadəcə olaraq mən istəyirəm ki, elə bir 10.000 avro. Durduq o yerə şeyin- bir viza alım. Yox, o şeyin Tutdum bir səni. parçası olum. Yox, Hə, vizaya Onda tərlan gəlirəm, pulunu vizam biz var yeyərik. olsa. Latviya olmasın amma. Latviya olmasın, Latviyaya gəlmirəm. Bilirsiniz ki, İstanbulda prinsipial planlayırıq. olaraq Latviyada heç vaxt İstanbulda. olmayacağam. Dünyanın Görəcəm. bütün ölkələrini gəzəcəm, Cibuti daxil. Latviyaya heç vaxt getməyəcəm. Cibuti, ada Bəs mövzumuz var. Mövzu yoxdur, amma Qəşəng Orxana ürəyimiz istəyirəm var. ki, sənət filmi ilə bağlı bəzi Mhm. Orxanın da hakim olduğu mövzulardan bir yerdən girək. Orxan, İran filmi yəqin ki izləyirsən. Bəli, bəli. Bizim İran filmi janrımız var.
Altı qara pişikdə onu da yəqin ki, görmüsən. Sevdiyin sənət filmlərindən 1-2 Kuplet. Danış görək. Nə bəyənirsən, niyə bəyənirsən, ürəyin sıxılırmı? Atdın Orxanaya hər şeyi. Hə, hə. Nədən danışsın, neynəsin. Kiarostami'nin filmlərini bəyənirəm. Hep də elə derlər. Hansını məsələn? Hansını məsələn? Hə. Zaten də. Sən sanat necə oldun filmidirsə- göy saçlı qız. Dostumun evi hardadır? Səfirəm. Hardadır? Oradadır deyə orada. Zeytun Buradadır. Bağları. Buradadır, bax, ağacı, buradadır. bağları. Nə? Zeytun ağacı. Gilas. Hə. Taste of Cherry. Səbəti. Nə idi kinonun adı? Gilas mürəbbəsi. Gilasın Close up. Yəqin ki. Klazap. Hə də bildiklərimi Orxan ChatGPT-dən soruş. Hə, Bəs, Orxan. Sərvət çatçı oldu. Başqa nəsə Kutlar Vadisi. bilmədiyimiz. Mən məsələn birini deyim. Denə. Atıram. Bosniyadan Aida Sevgilərlə. Begic. Salamlar. Aida Begic var. Onun Sinjek filmi. Məsələn, çox qəşəng bir sanat Hansı filmi. da çox kinonun bəyənirəm. adı? Belə bir şeydən olar. Bosniya Hersek. Bosniya müharibəsi haqqındadır. Sevgilərlə. Yox, mütləq demədim. Yugoslaviya regionundan olsun. Yəni Xorvatiyadan fərqli bir yer. Modric. Norveçdən addan da ola bilər. Norwich. Modric'in Norwich şəhərində sən onun üçün. İrandan. Yox, yəni Amerikan prezidenti. sən sevdiyin bir sanat filmi də, yəni. Bir şey deyim, Amerikalılar sanat filmi çəkirlər, yoxsa Amerikan prezidenti Trump. Amerikalılardan şey xoşuma gəlir. Mən heç bilmirəm bu Woman arada. Under Influence. kim? Influencer woman. Bayaq Təsir göstərdi. altında qadın, hə, şey, Cassavetes filmidir. Gina Rowlands. Kuruğa Ən düşən xoşuma qadın. gələn aktrisa odur. Doğru. Hə, Bayaq Bayaq o ki, gəlsə yəni, birə hə, qoyardı. Qəşəng. Onda fədai laçını çıxardı Onunla aldı yarışır. bayaq. Hə, çıxartdıq, qoyduq. Gina Rowlands. Bəs Brigada kinosundan ötürü ölürsən. Yox. Necə ola bilər bu? Bilmirəm. Sən hələ də Azik olaraq. Bəs bir dənə sual. görürsən, Ən Aziki, sevdiyin Azik Brat rolunu xoşuma elə gəlir, çıxardan Sergey biri Badrov. məncə. Həmişə istəyirdim ki, belə bir rol olsun. Ölkədə Sergey Badrov kimi bir Antagonist. Yox, o antagonist deyil. Yəni Underground. Sergey Badrov Sergey? oynadığı Sergey. bir rol kimi. Mənim uşaqlıqda ilk ölüm xatirəm onun ölməyi idi, Sergey Badrovun. Hazırlanırsan, belə ilk ölüm xatirəsi olar. Hə, o Последний Герой Bir uşaq oturub Sergey- Maraqlı, bu arada maraqlı bir mövzudur. İlk ölüm xatirəmiz yadınızdadır. Oo. Başqasını danışıram. İlk dəfə məsələn uşaq vaxtı nə vaxt kimisə öldüyünü Bu eşitmisiniz? çox vaxt baba nənə ola bilər Yox, də məncə. məncə məşhur. Yox, da fərq eləmir. Məsələn, Orxanda nə idi? Sergey nə? Səndə məşhur olaraq Çakırın ölümü olar. Yox, mən o yaşım çatmırdı onda. Ay cındır, elə də, elə də. Səndə Mənim yaşım çatmırdı onda. O da 3 yaşında. 3 yaşımda oturub ağlamazdım da Çakıra görə. Mən amma Çakırın ölümündə həqiqətən bir Pis həftə olmuşdun. bir həftə çox pis olmuşdum. Danışmırdım yəni. Şeydə pis olmuşdum hələ. Kumarhanəni tarayırlar. Bu arada dostlar, baxmısan da yəqin ki Qurtar Vadisi. 92 Qurtar var. Vadisi aysa ilə o. Heç vaxt danışmamışıq. Çakırın öldüyü günə Çakırın öldüyü düşdü məndə orada. Kinoda belə bir maraqlı belə. Necə? Çakır öldüyü səhnəni Çakırın öldüyü gün baxmışam. Nasıl Apreldə Aprelin baxmışam. neçəsi idi? hə, Aprelin hə, neçəsi hə, idi? Hə. Mən də az deyiləm. Zarfa sən də Nə itkimisən. nə deyirdin sən Qurtar? Deyirəm ki, bəzi Tərlanla keçən dəfə Qurtar Vadisinə baxdıq təzədən bir 10-15. çox sarı. 37-dən başladıq 67-yə qədər zad 67-yə getdik. qədər Heç istəmirdik. bitirdik. Halo gəldi. Standart deyim. şeyləri Bu keçirəm. arada bir şey deyim dostlar. Siz üçünüz də uje məncə ağ elədiniz. Bəzi Mən də ölürəm Qurtar Vadisindən ötürü, amma siz heç qoymursunuz biraz Soyusun. soyusun. yo hə. bəzi bu müddət soyumuşdu, ona görə qəşəng getdi. Amma necə deyim ki, şeydir. Sərin bir dənə kuruğu var orada. Hansın? Kuruq. Hə, hə. Hətta Canan Manan yoxsa Bir şey deyim bəzə. Sən beşli bir dənə screen kuruq var. atacağam. Hı. Lütfən buranı editləyəndə mənə denən. O sənə dedim ya, bir dənə kuruq gördüm. Hə də hə. Elif Hamısı Hikmət orada. Canan. Qardaş, Elif Hikmət Canan yox. Bir dənə şey var ya, Elif Alinin sümüklərini axtarır. Yığışıblar evə. Yığışıblar Canan. Qəbir şeydə üstündə. Elifin qardaşı, Ha, Elifin maması, Ömər, Eren. Ömərin arvadı, Eren, ay bilə. Abəsi. Bir də uzaq plan var. Baxırsan ki, baxmamalı olduğun Qanqaraçılıqdır. Baxırsınız, bizə hamısının sifətindən zəhrimar yağır. Bir dənə Ömər Cananda baba arada problem düşür. var. Əsəbləşirəm ya ona. Dostlar, kaş Kuzey Güney'ə də baxmış olardınız. Mən Baxmışam, baxmışam. Mən axıra Kuzey qədər Günəyə baxmışam. baxmışam. Çox Baxmışam. qəşəngdir. Kuzey Güney mən 2012-də deyəsən. İnstitutda Hər şeydə vaxtında Girən baxır. vaxtı. İnstitutda şeylər. getmirdim. Mən oturdum evdə baxırdım. İnstitutdan dedilər ki, Orxan arada Kəskin Sən bu. Kuzey'ə oxşuyursan. 28 maydan çıxırsan sarı binadır. O qədər. Getmirdim güya. Onun Kuzey bir Güney- bölümü var, onun altında Qəşəng. Kuzeyin anasına Söylər. nələr yazırlar. El bezi xandan. Nələr yazırlar. Mutfaq robotu xandan. Şey bir də bəzi
dayanmadan Qurtlar Vadisində şey pomidor yumurta yeyirlər. Hə, Dayanmadan hə. pomidor bezdirirlər. yumurta. Çox Çox səmimilik yemək. qatmaq istəyirlər. Nə mənə romantik. Orxan bəs bir yəni. səhnə var ya, sən tutulanda üzün dəyir stola. Ha, bax o sualı vermişdilər. Qəşəng. O Şey sualı hamı tutma. gözləyirdi. Hmm. Ona görə O təbii. cavablamırsan da. Təbiidir o. Hə. Orada Oy, belə bir orada bir moment- oy bilə gəlir deyəsən səndə. Oy bilə Bir gəlirsən. dənəsində demişəm, onu salmayıb. Hmm. Həm də uyğun gəlməyib, həm də yaxşı deyil də. Mən özüm güya onu demişəm ki, güya təbii olsun, amma yeri yoxdur da orada. Hə, orada ehtiyatla davranırdılar. Mən orada dedim ki, necə irsə eləyin olur, belə də əminsən. Necə eləyəcək, lap pis olar da. İndi necəsə belə oldu. Çənəm orada dəydi, başım silkələndi də orada. Hə, o elə bir ki, İkinci neçə tok. dəfə- Ha. yəni ondan sonra Yaxşı neçə dəfə əti də oldu. buraxmamışlar, İndi bilmirdik də bunu salacağıq. Ay, Ondan sonra neçə neçə dəfə də oynadım, yenə də o başım elə silkələnmiş halda oynamışam. Amma bir dəfə dəydi də, hə, o Hə, səhnədə bir dəfə çənəm dəydi. bir dəfə dəydi. Bəs belə bir şeydə aktyor üçün, elə rejissor üçün də dəyəndən sonra 3 saniyə, 2 saniyə sonra içində də bir sevinc olur, yəni zor oldu, yerinə düşdü. Şeydə var idi. Hə. Təşəkkürlər. Təşəkkürlər Olur. təsdiqlədiyiniz Valentin üçün. hansı nasıl idi? Səpələnmiş Django Unchained'da şeyin əli hə, DiCaprio'nun Ayso. əli kesildi. Hə, hə, hə. Dəli Uy, səhnə. mama. Onun mən hekayəsini oxudum ki, o şey. Kaprion özü danışmışdı. Hə, oxudum ki, o şey olub da, Doğrudan təsadüfən kəsilib. olub da. Hə, doğrudan kəsilib. Sonra Axırıncı dəli, gülüşü çox də- dəlidir. Mən də Təbii məsələn də. şeydə səpələmişdim motosiklet üzərində, amma elə deməmişdim, "A, zor oldu za." Ha, qəza keçirdi Motosiklet. bəli. Sən bu arada Orada Mete sürürdü qabaqda maşını. Bagajda da hə, Elşən. hansı filmlərdə Prometeye çəkmisən, bax, Orxan? gedir maşın zat. Pox qoyur yenə hər şey. Üzr istəyirəm. Promoda hesabında Hə, bağlayır. tamam, tamam. Bagajda Elşən oturub, o operator o idi da. Mete də Kübraya gedir qabaqda. Mən də salamlar. ilk dəfə Elşənə yox. Kübraydan salam. Salam Kübra. Kübra salam. Bir dəfə Kübranın adı çəkilib burada. Mən göndərmişdim ona ki, Kübra sənin adını çəkilib. Onda bir dənə yanvarın Kübraya biri salam. söhbət. Aa, Kübra, baxmışam. salamlar. Valla baxmışam. Bizim o şey o Kübranın səsidir. Bro. Kübra Hə. gizli şeydir. Hə. İstihbaratdır, derin Hə. devlet. Hə, Mete sürür qabaqda. Mən də ilk dəfə idi də belə sürmüşdüm, amma həm də həmin gün yağış yağırdı. Yağışda gərək sürməyəsən də, özü ilk dəfə sürürəm. Hə. Maşına minməmişdən qabaq, mopedə minməmişdən qabaq, Pravam götürdüm. hə, Rəna idi arxada, o da hamilə idi amma. Yoldaşı dedi ki, minməmişdən qabaq. Orxan, ehtiyatlı olarsan da. Ya mənə quruzladı da. Mən yaxşı. Mən minmişəm gedirəm. Qabaqda da Mete sürür. Metedə o baxmır da, sürəti tənzimləmir. Bu arada də. Mete Bir- Promete də orada. Hə, hə. Ha, Mete minmişdi. Mete orada işi nə idi? Mete'nin işi nə idi? Şafyor. Mete ümumiyyətlə orada Familiya demək. prodüser, Hə, hə, hə. Familiya. Orxan İskəndarlı. İskəndarlı deyil, İskəndarlı. Hə. As. Sürür. O da tənzimləmir də, sürürsən, maşında sürürsən özün üçün. Mən də elə baxmıram, ona uyğunlaşmağa çalışıram. Sürürəm. Birdən belə baxdım sürətə, gördüm nəsə çox idi. İndi bəlkə mənə çox gəlib, əslində bəlkə də çox deyilmiş, bəlkə də 60-40 zat. Gördüm mənə çox gəldi, belə özümü itirdim belə. Ulan, getdim yerə. Düşən kimi də belə Mete də sürür də. hə, düşən kimi əlimi belə vurdum, tez qalxdım ayağa ki, yaxşısan Rənayda. O Məndə refleks olur ha. uşaq indi böyüyüb, məktəbə zada gedir. Yaxşı. Yıxılan kimi tez dolma yedin, özümə gəldim. Hə, tok vurdum. Əlim bəkdə idi. Belə yumalandın yoxsa belə normal Yumuş. Yo. Əlim dəyən kimi qalxdım ayağa belə. Mete də o səsi saxlamışdı orada. Duran kimi mən Rəna yaxşısan. Hadisələrdə də qəribə reaksiyası var. Əlim dəyən kimi durdu. Meteyə bax, səs rejissoru. Tarasan, Mete də orada elə Arasan. Ağzəbədli əslim, amma Mərdəkanda Böyümüsən, doğulmuşam. Orada böyümüşəm. Bu səfər nə 3-4 yer az yaşıma, oldu, nə Neçəsə yaşıma kimi mikrorayonda. Qarabağlı sayıla bilər də. Orada getmişəm. Qarabağlı Sonra sayıla bilər. Sonra Azərbaycan, sonra Mərdəkanda Rus bölməsində bağçaya getmişəm. Oradan Azərbaycan bölməsinə. Belə gərəksiz Rus detallar. sada bilir ha. Ha, çox Bir dənə sağlam rusca nəsə oldu. denə də. Tərlanla 2 il işləmişik, sonra mənə verirsən rusca bilirsən. O qədər adaptasiya eləmişəm rus dilinə. Brat filmində Rusca gedir. nəsə denə də bir dənə Amma cümlə. türk mədəniyyətinə də yaxındır, Hə, bilirik. hə, ortası var. Demir ki, Qurtlar Vadisi çuşqadır, məsələn. Qurtlar var, şuşqa Rusca nə deyil dostlar. Nəsə bir cümlə denə də. Bir dənə söz denəndə bizə bir sənin necə bir söz? Şupçenik. Hə, yəni ora gələcək. Məsələn, sənin buna cəsarətin çatmaz. Tutaq ki, sənin buna nəyin çatmaz deyə bilərik. Zaslugan. Zasluqan Amma deyil özünə də nə çatmaz, deyir? hə. Zapravleniyan çatmaz məsələn. Doğrudan rusca zor olsun. da. Doğrudan Yo, rusca. yo, yo, doğrudan özünə. yox da, özündən. Onda elə zapravleniya Hə. zordur. Yo, sənin buna Z olmalıdır sanki, hə? Z olmalıdır. Premyannikin çatmaz.
Pneumatik. Premyannik. Premyannik amma sanki evdə Prenik. Prenik Ha. yox, evdə elektriklə bağlı bir şeydir sanki Premyannik. Premyanniki gətir görək elektrik keçir burdan. Yoxlayaq. Hə. Bir əşya oldu. Primorkan çatmaz. Priskusun çatmaz. Aa, zor. Sən buna priskusun Sən çatmaz. buna priskus. Okey, priskus. Lüğətə Amma sən dedin. Zapravleniya. Zapravleniya dedin, hə? Zapravleniya. Bildim onu. Dostlar, Ralboyos əşya teması kimi təzə bir rubrika deyim tapmışam. İstəyirəm onu eləyək. Dayanmır bu uşaq bir dəqiqə. Biraz uzun olacaq girişi. Deməli, iç xəbərin təzə çıxdığı vaxtlar yadınızdadır. Hə. İç xəbər Aha. necə gündəmə oturmuşdu. İç xəbər başlayanda xəbər başlıqları verirdilər. 1 dəqiqə zat. Mhm. Deyirdi ki, belə gedirdi. Deyirdi ki, biləcəksiniz və görəcəksiniz ki, nəyə görə filan yerdə Hə, maşın hə. qəzası, nəyə görə maşın partladı. Belə 9 dənə zat xəbər gətirirdi. 10-cuya çatanda deyirdi ki, amma nə bilib nə də görəcəksiniz ki, nəyə görə filan yerdə Bakı şəhərində qadın özünü yandıraraq 5-ci mərtəbədən atdı. Bildin? Bunu atırdı ortaya. Bununla bağlı heç nə demirdilər. Nə bilib nə də görəcəksiniz. Hə. Bunu referans alaraq belə bir şey tapmışam. Üstünə ikinci bir kəlmə danışılmayacaq mövzular. Yəni o mövzunu açırıq. Ondan sonra o mövzu haqqında heç nə danışmırıq. Heç bağlamırıq o mövzunu. Açıq qoyuruq bir yerə. Örnək verirəm. Başua deyən dönərçi usta. Bunu açıram, hamı Hə. bağlanır bir-birinə, onu qoyuruq qırağa. Çünki bu bir ehtiyacdır. Bilirəm ki, sizin də elə mövzularınız var ki, danışa bilmirik burada, amma açaq qoyaq qırağa, izləyicilər Hə, istəsə olur. onun haqqında danışarlar. Prosta xəbər başlığı kimi dedin, ağlıma bir şey gəldi. İndi bilmirəm nə dərəcədə bu mövzu ilə əlaqəlidir. O vaxtda Ququş Cənubi Azərbaycanlı idi da bilirsiniz. Ququş, Ququş nədir? Ququş, Ququş dedi. Hə. Ququş dedi. Yox, Ququş Ququş dedi. Ermənistanda bir konsert verirdi və Xəzər xəbərdə belə bir başlıq yazmışdılar. Ququşa da bir quş. Bunu qoyaq qırağa, danışmayaq. Ya bilmirəm niyə belə bir kreativ bir yazı seçiblər bilmirəm də. Yəni Zor ya. hə və şey yazmışdı İrəvan, Ququş orada oxuyur. Dəxli, tərəs, həmi. Ququşa da bir quş. Sorry. Belə, indi oyun saatı. Hop-hop oynayırıq. Nə oynayırıq? Hop-hop. Hop-hop namə. Deməli 1-dən 21-ə kimi sayırıq. 1, 2, 3, 4. Kimə nə düşürsə onu deyir də. 7, 14, 21-də Hop o deyir. rəqəmləri demirik, fərqli söz deyirik. Hı hı. İndi mən öz təklifimi verirəm, istəsiz dəyişək. 7-də deyirik ki, Semicenk. manav, bu nə hörmətsizlikdir. 7 14 24. 21. 7 14 Hə, 21. 21 7-nin qatları. 7-də deyirik manav, bu nə hörmətsizlikdir. 14-də deyirik yox, Zarulyon. 21-də də deyirik Okan. Təzədən qaydırıb 1-ə. Bildin necə? Bir dənə yoxlayaq, elə belə. 7-də manaf buna hörmətsizlikdir. 14-də Yox, yox, Zarulyon. İstəsəz şey də deyə bilərik. Manav. 14-də şey, nə Yox, idi? nə dərsiniz İlal siz Əliyev də? nə idi? Yekaterina. Yekaterina sən anondur. Elə uzun da olsun. Ya, Ya elə yox ya sarılığım bizdə. Hə. Manav, Zarılyon, şey, Okan. Okan. Bir yerdən sonra oturacaq. Hə. Zarıyorum amma 7 rəqəminə daha uyğun gəlir. Yaxşı, Sən olur. getdin Hə. yəni numara var. Sən elə eləyək. Xoş Hə. mənim, nə olacaq? Ona şey azik oldu. Qəşəng. Yaman vaxtda içməz. Altı var. Dedin də. Sonra pulsuz, yəni Yox, indi nə olacaq ki, numaralı gedəndə? Sor, Sən sən buna- dedin deyə. pretenziya. Zapravleniyanı çatmaz. Yox, yəni Nəysə. Zarfas nə dedin? Nə eşitmədim mən. Dedin numaralı gəl dedin də. Nəsə, çox şey deməyək, ev yox. Ev yox. Yəni zarafat edirdik deyə dedim. Davam eləyək. Dur, say bura. Oradan. Özün görsən. Ha, gizləyirsən da bura. Mən deyim ciddi olaq. Necə nə? Bu qaldı. Mən demədim ciddi olacaq. Yaxşı Okan. Sağ olsun. Nə dedin sən? Yox, Yox, danışmamışdıq ki, ciddi olacaq. Yox, Bəs numaralar bildimi? Bildi. Numaralar gəldim açmayaq da bu temanı. Bildi də, bildi. Yəni Deməklə biz ki, onun üstə danışmalıyıq. Elə yox, Yəni sənin xətibə gəldim, Yox, yox, sizin xətibizə gəldim. Yəni sizə görə hörmətsizlik kimi qəbul edəmin, amma mənim yəni oturmuram. Bildi Yox, yox, mi? yox, Okan, yox, yəni yox, sakitləş. Yəni şey deyərik. Saxlı şey deyək. Hə, şey eləyək nənə. Saxlı səs Çay, saxla. çay. Səs saxla.
şəndirlər bunlar, Aktyor da, şəndirlər. Orxan da aktyordur. Arxası. Davay. Aktyor Orxan. Hop-hop oynayırıq dostlar. Başlayaq. Deməli 7-də deyirik ki, Manaf buna hörmətsizlikdir. 14-də yox Zarulyom. 21-də 21-də Okan. amma da eləyək də. Okan. Okan. Ya artıraq birində. Şeyə nə bilim 12-yə deyək. Hə, okey. 3-ə. Nə deyək 3-ə? 3-ə şey deyək. Yekaterina sən anon. 3-ə bir dənə neçə 12-yə? Yekaterina sən anon kimi olub da yəqin. Çox Oğlum, uzun. nətər? Anondur Anon. deyirik. Yekaterina sən anon. 12-də nəsə deyək. Bir də 17-yə nəsə deyək. Gəlin 3-ə eləyək sonra 3 Yekaterina. 3 Yekaterina 17-yə Hə. də şey. Şərəfsizlər. Ya başqa bir Biz- şey. Ya. Ümumiyyətlə izləyicilər yazsın, doldursun. Gələn dəfə bunu yazıb Aa, seçək. hə. 3 dənə seçib elə oynayarıq. Hansı aparatdan danışırsan? Bəlkə deyək. 17-də hansı 17? aparatdan danışırsan? Əşəm əli maniyə kömək eləmiş. 3 dənə Ha o da idi. olar. Elşən müəllim də zor. Eşən müəllim maniyə kömək eləmişsiniz. Söz. 1, 2, Ekaterina sənin alnın. 4. 5. 6, Yedi. Manatın hörmətsiz. manafını hörmətsizlik. 8, 9. 10. 11, 12, 13, Yox Zarulyom. 15. 16. Elşən müəllim. Maniyə kömək. Mani şeyi bilmirəm də. Maniyə kömək. 18, 19. 20. Okan. 1. Ya bir dəqiqə deyən nəsə əlavə eləyək. Yox, 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 gedir hələ bunu yardaq hələ. Hələ bunu yardaq bir. 1. 2. Ekaterina. Yekaterina sən anondur. 4. 5. 6. Manaf müəllim. Manafını hörməz. Buna hörmət. Buna hörmətsiz. Manaf, buna hörmət. 8. 9. 10. 11. 12. 13. 12-dən nəsə var idi axı. Yox 17-də idi. Sorry. Hə. 1, 2. Ekaterina sənin alnın. 4. 5. 6, Manaf bunu hörmətsizlik. 8, 9. 10. 11, 12. 13, Yox Zarulyom. 15. 16. Elşən müəllim. Elşən müəllim nədir? Elşən maniyə müəllim, kömək eləmiş. Hə, maniyə kömək eləmişsiniz. 18, 19. 20. Mən də ancaq bu gəlir bayaqdan. Okan. 1. 2, Yekaterina sən anondur. 4. 5, 6. Manaf buna hörmətsizlik. 8. 9. 10, 11. 12, 13. Yox zarı diyorum. 15, 16. Elşən müəllim maniyə kömək eləmiş. 18. 19. 20, Okan. 1, 2. Yekaterina sənin anondur. 4, 5. 6, Manafın hörmətsizlikdir. 8. 9. 10. 11, 12. 13. Yox, zarılıyorum. 15. 16, Eşə müəllim maniyə kimi eləmişsiniz. 18. 19. 20. Okan, Ancaq Orxana Hə. 1. 2. Dombal. Dombal. İtam. Dombal Hə, Yaxşı. Bir nəfər. 1. 2, Yekaterina sən anondur. Köməkli eləmək. 7. 4. 5. 6, Manaf buna hörmətsizlikdir. 7. 8. 9. 10, 11. 12. 13. yox zarılıyorum. 15. 16. Eşən müəllim. Maniyə kömək. Maniyə. 18, 19. 20. Okan. 1, 2. Yandım, fisyon, davay, bayram. Hə. 1. 2, Yekaterina sən anondur. 4. 5, 6. Manaf. Uduzdum ya. Yaşda yaş getdik bir dənə də. Manaf bunu hörmətsizlikdir. 8, 9. 10. 11, 12. Yox, yox. Mən də şey getdim. 13, Yox, yox, 13. gətirmə. Mən uduzdum şey. Ya 13 idi. Bildim də 13. 13 də yox idi. 13 sən. Hə, 13. yox zarılıyorum. 15. 16. Elşən müəllim maniyə kömək eləmiş. 18. 19. 20, Okka. Axır ki düşdü. 1. 2, Yekaterina sən anondur. 4. Yox, yox, eyni gedirik indi. Eyni getməyək. Sən başla birdən. yaxşı, 1, 2. Yekaterina sənin anondur. 4, 5. Manaf bunu hörmətsizlikdir. Yox, altı idi. Sən getdin. Getdik. Axı ikimiz qaldıq ha. 1, 2. Ekaterina sənin alnındır. 4. 5, 6. Manaf bunu hörmətsizlik. 8. 9, 10. 11, 12. 13, Yox, Zarulyom. 15. 16. Elşən müəllim maniyə kömək eləmiş.
18, 19, 20, 90, 1. 2, Yekaterina sənin anondur. 4, 5. 6, Manaf bu növbətçilikdir. 8, 9, 10, 11, 12, 13, yox zarılıyorum. 15. 16, Sürət. Eşən müəllim mənə kömək eləmirsiniz. 18, 19. 20, Akkan. 2. 3. Qəşəng, gözəl. Bu masada oyun idi. kimin qalib olduğunu hər kəs çox yaxşı bilir ha. Mövzumuz var bəs. Mövzu bir dənə baxaq görək elə nə mövzu var. Duz və istiotla bağlı. Duz və istiot qablarında deşiyi az olan hansıdır? İstiot. Duz. İstiyordu. İstiot. Bu müxtəlif ölkələrdə dəyişirmiş. Yəni bəzi ölkələrdə az deşiyi olan istiot yumuş, bəzi ölkələrdə az deşiyi olan duz yumuş. Belə bir bu hansı bu şeydən gəlib də ümumiyyətlə Ludovik dənəm nədir oralarda? Deşiyi çox olanlardan. Hə, Ludovik istiot və duzla yeyirmiş ümumiyyətlə. Biz də ona görə oradan. Mən bu məlumatı səhv bilməyimin səbəbi odur ki, mən heç vaxt yeməkdə götürüb duz istiyorsa səhv Vurmursan? Vurmuram. Bu arada deyirlər ki, bəzi restoranlarda məsələn götürüb yeməyə duz istiot tökmək şefə hörmətsizlik sayılır. Şefin də Yəni deməli şef Şef geliyor. şeydir. dadını qəşəng elədi onda. Şef yəni ki, onun dadını ən ayarlı formada edib. Sən ona duz tökməyin, yəni şefə şey edirsən ki, yəni sən dadını ayarlaya bilməmisən. Mən O niye koyur onu? Maşallah. Allah deyə azikdən at verdi. Özləri şefə hörmətsizlik edib qoyurlar. Allah. Allah. 2. Ay, sağ ol. hə. Qaraya da girmək Onda olmaz. bunun həmin o İtalyanlar haqqında deyirlər bunu. İtalyan şeflər buna qulaq assın və desin duzu yox. Sizə bir şey deyim, ümumiyyətlə İtalyanlar çox dərinə başladı. Yox. Sus. Bəyaz nə oldu ki? Onların bu mətbəx Avropalılar, mövzusunda Avropalılar məni çox əsəbləşdirir. yumurlar, dərini yumayan Yox, İtalyanlar Avropalılar. yuyurlar. Bəyaz bu arada. yaxşıdır. Tottiz orada. Bir şey deyəcəm. İtalyanlara demədim bunu. Ümumiyyətlə Avropa daxilində mən aşırtma vurub. gördüm ki, İtalyanlar Yox, yuyurlar. İtalyanlara demədim. Ümumiyyətlə Avropa Nə dedin? dedin. Qapını dönün ki, Amma açın Avropalılar baxın, məni çox əsəbləşdirirlər. Hə. Yəni bəsdirin ucu bildin yəni. Bilmirəm bu düzdür yoxsa səhvdir. Ketçup istəyəndə dərinə başlarına yaxırlar. Restoranda pizza ilə ketçup istəyəndə. Can I take ketchup? Yeah. Amma Amma istiyot yaxşı ki var. bəzi Atıram. Fransızlar ingiliscə sual verəndə cavab vermir. Də buradan bildin çox acıqdıram ifadəmə görə. şeyə Amma görə yəni gəlmişəm gəzməyə də ingiliscə danışıram. biz o vaxtı danışanda bilmirəm bunu demişik ya yox. Yusaq bəlkə düzələcəklər. Bilmirəm də, yəni onlar yumur, Biz amma- tualet getdi. Açaq bir dənə. Onlara Ya. napor lazımdır bir dənə. Hətta Bir şey güclü fuş napor şapı. Bütün lazım. Avropanın. Hə. Bir də bunların şəhərdə yaşayanları yumursa, gör bunların kənddə kəsətdə yaşayanları Hə. təzənin Nice, sağ ol. içindədir onda. Bizdə amma Azərbaycanca danışmaq teması var da. Bizdə gələndə Okan. birləşib Azərbaycanca danışmaq teması var ya onun. Hə, Hə, biz onu bölümdə demişdik. Elmətin bölümündə danışmışıq, düz deyirsən. Hə, belə bir şey var. Oradan yadımda qalıb. Yəni bilirsən, bu fəxr olması bir özəllikdir bir millət üçün. Mən bacarıram, məsələn, türk gəlir, bacarıram türk dilində danışa bilirəm. Niyə danışmayım ki? Niyə güya ki mən dirəşib ondan Azərbaycanca Qoy dünyanın bütün danışım? Hə. millətləri desinlər bayağı- ki, Sən fəxr elə ki belə bir xüsusiyyətin Bayaq var. bir Azərbaycan video biri gördüm. Əfqan desin ki, ay getdim Azərbaycana. Əfqan Mənlə Əfqan ay dilində sağ ol. Hə. hizmət göstərir. Yoxsa Teoman gəlir, necəsiz? Hə. Necəsiz? Sən Bəzi dedin bayaq nasıl? bayaq bir dənə video gördüm. Bosniya Hersegovinada qalan şey bir dənə futbolçu var. Qalatasaray oynayır. Sinjek. Hə, mən də şey- gördüm onu, şey gördüm onu. Hə. Hansı dili istəyirsən Mhm. deyil. İtalyan, nə bilim, İspan, nə dili Onda bir dənə istəyirsən de. Tip İspan var. dilinə bir şey deyil. Özbek. Rus sanat filmi dənə də. Rus sanat filmi. Nina. Ən belə məşhur şey. Prostin Mamat. Zərqala. Karolina Valyan. Bildim hə, Tarkovskidən. Möhtəşəmsən Orxan, həqiqətən. Orxan Gözəlsən. soxma da. Orxan. Chat GPT ilə Yo, 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 gəlir. Zərqala Zərqala. deyil, Zərqala. Onu mən də bilirəm. Sənlə mən nə fərqi deyil, var? hə. Bilmədiyim bir şey deyim. Yapon sanat filmi dənə. Mən elə bir şey Çuçiri puçiri. Teşekkür filmi. Teşekkür. Shigara. Şiqara. I love Eşşəklərə var. Pişigara. Japonlarda şey var da 2 euro. Şey var. Seppuku. Hiroshima və Nagasaki'də Hə, var. hə, Şey. O şey var, Hiroshima, biri Mon Amour. plütonium tərkibi, biri uranium tərkibi. More more. Bir də şey. Şey, Little Boy, Fat. Little box. e, Fat Boy. Japon filmi şey var. Musulman sən. Lan burası.
Yaponlarda şey var, Tokyo Story var, maraqlı film. Tokyo Bilmirəm, Story. Tokyo Story. Story. Ballad of Dümdüz Narayama. adı var imiş elə. Tokyo Nə? Story. Ballad of Narayama. Baxmamışam. Allah. Baxmarsan, Belə bir şey. Azik belə Yo, yo, qoyur. bilirəm, da yəni qoyanda. belə bir şey istəyirdim. Şey var, Məsələn, Zerkalı, Başlayır. yəni dədəm də bilir Zerkalı. Şey, Üzr kitabı istəyirəm, var. amma yəni Papiro. Qumluqdakı qadın. dədəmə salam. Nə? Adı elədir. Qumluqdakı Yaponlarda qadın. elədir. Qumluqdakı- Nə bu nə leşdir şa. Bir dənə tez Adlarını tez elə əsər adıdır ya da kino adı tez. Elə o Davay. əsərdən götürdü belə o. Hətta yəni Hə, elə Deyim. əsər adı. Hə, şey. Yarpaqların ışıltısı. Venesiya Çovdarlıqda sahilində. uçurumdan qoruyan. yox da var elə bir şey. Hə, oldu. Hə, yalan. Uydurdu. Ha. Olmayan, hə. Hə, hə. Mavi ağacın Dalı. xəzanları. Xəzan yoxdur, ağacla bağlı bir şey demədə. Mavi ağacın nə isə. Mavi Ağacın ağacın yarpağı nə bilim. Dərdi. Mən bir dənə bu arada bir şey yazıram. Əsərim var. Əsər yazıram. Onun adı belədir. Çiçək açan şəkillər. Məndə şey indi tapdım. Son ümidin göz yaşları. Var məncə o. Məndə də var. Dirəksən var. Hansısa palyak sad eləyib onu. Orxan sən demədin. Çox Poraşiki, zarafat- poraşiki. Nə yeni yapanlar. Big Şey. titties. Makro rayon. Terim bakır. Sazik. Bosniya Hersek. Bosniyada 7 gecə. Aha, yüz soru gedər. Bosniya xatirələrinin nə isə. Maması. Bosniya- Özeti. Mündərcatı. Ya atıram mən bu şeydən çıxdım. Tehranda 7 qış sözündən çıxıb Bosniyada 7 gecə. Atıram elə bir. Bosniyada O 6 oxşuyur gün da, 7 Allah gecə. bilir. Oxşuyur hə. Bosniyada All inclusive. 5 minarə. 5 minarə hə. Hə. O da var. Sibrizdə 5 minarə. Sibrizdə. Latviya sərhəd. Latviya səfirliyindən gələnlər. Latviya səfirliyində bir gecə. Latviya səfirliyinə oturdum bağladım. Hə, bu Ya, şey. Latviya- Bağla Hə, Koyhan şey- əsərin. Latviya səfirliyində bir gecə. Bu konkret mənim orada yaşadığım o səfirin mənə qarşı irqçiliyi zadı hamısını də görə zamandan hə. bir Şey, Ronaldo ilə unudulmaz bir gecə, nə? Axşam çağının nəmişliyi. Məmişliyib. Bay. Etməmiş. Belə sanat filmində bitirdik Orxan. Sanat filmi Təşəkkürlər sanat bitirmədi. Orxan. Bir filmləri. dənə də sanat filmindən. Bitirmədik. Yaxşı, mən Orxana bir dənə sual vermək istəyirəm. Orxan. Ver. Səncə sənin bu dünyaya gəliş missiyan nədir? Mən də fikirləşdim. Mən əvvəldən fikirləşirdim və ciddi cavab verəcəm də. Ciddi cavab ver. Yox, ciddi sual Hə. verdim həqiqətən. Əvvəllər fikirləşirdim ki, missiyası var hər bir insanın bu dünyaya gəlməkdə. Amma indi fikirləşirəm ki, elə bir şey yoxdur, özümüz yaradırıq. O missiyanı. Bəli. Bəs sən məsələn yaratdığın ya da yaratmağa nəzərdə tutduğun missiya nədir onda? Oyun. GTA. Altı. Və son vaxtlar fikirləşirəm ki, bizə deyib gülmək qalacaq. Düzdür. Ona Ki, görə mənim buradayam. missiyam odur. Yo, deyib gülmək bizə qalacaq da. Məsələn, dünyaya Hə, yaratmağı. şey olaraq deyirəm, məsələn, atıram Da Vinci-nin qalan əsərləri tutalım ki, də işte Mən fikirləşirəm ki, son vaxtlar elədiyim şeylər hamısı öz potensialımı üzə çıxarmaqla bağlıdır. Yəni hər bir insanın nəsə bir potensialı var. İnsanın belə sonsuz potensialı var. O özümün ən yaxşı versiyaya yaxşı çatmaq. versiyama çatmaq. Missiyan səncə budur. Demək Yoxsa? olar. Hə. Missiya kimi götürməmişəm, amma çalışdığım odur ki, öz potensialımın hara kimi apara bilirəmsə, onu üzə çıxardım. Yaman dedin ha qaqaşım. Gözəl. Məndə deyib gülməkdir. Əgər axıra qədər deyib gülmək. Əgər hədiyyə də verəsi olsam dünyaya, butsilərimi verərəm. oradan. Hə, çünki qəşəng Qəşəng, butsilər var. qəşəng Çünki bu butsi Kutsi. Hə, kutsi. Benim Bəzi ilə də mənə benim inanılmaz sevinc bəxş edir butsi. İsmail, Gözəl. bəlkə butsi. verilişimizə qatılasan. Sən axı verilişimizin bir parçasısan. Buradayım. Hə, ayaq zıvat. Çox. Səndə nədir? Məncə artıq tamamlaya bilərik Orxan. Ronaldo ilə 1. Təşəkkürlər gəldiyin üçün. Siz sağ olun dəvətə görə. Kaşda ağlama Aziz. Çox xoş oldu. Zor. Zor oldu. zor sözünün Sağ olun. vücud bulmuş Hə. hali. Orxan çox maraqlı insandır. Siz də maraqlı Orxanı insanlarsınız. sadəcə azik olaraq tanımaq düşünürəm ki, Ayıb olar. ayıb olar. Orxan çox maraqlı bir. Mikrofona baxmır ki, Background məni var. az kimi tanımır. Hə. Ay sağ ol. Bəlkə də o yüzden. Bu arada bunu da deyim buradan. Bilməyənlər üçün, mikrorayondan gələnlər üçün də bunu deyə bilərəm də yəqin ki. Salam olsun mikrofon. Orxan Razinə gedəndə yol bağlıdır. Azərbaycanda ilk dəfə Venesiya Film Festivalında şpagat ölkəmizin açdı. təmsil. İlk Azərbaycanlı olmusan da düzdür. İlk Azərbaycanlı timin Aktyor kimi birisi. ən yaxşı aktyora namizəd ilk. Orxan
İskəndərli Köynan. Venesiya Film Festivalında ən yaxşı aktyor nominasiyasında Namizəd Namizəd olub. Namizəd göstərilən olub, heç nə almadan durub yeganə- qayıdıb ölkəyə. Yeganə Kate Blanchett'in Azərbaycanlıdır baxtığı. və ilk Azərbaycanlıdır. İlk və yeganə Bu biraz Azərbaycanlıdır. üz-üzü bir şeydir. Niyə? Amma sənin adına Hə. sevindirici bir şeydir və bu mikrorayondan da öncə baş vermiş bir şeydir. Hə. Şöhrətlə əlaqəli deyil, yəni sənin istedadınla əlaqəlidir. Bunda Təşəkkürlər. mikrorayondan səni tanıyanlar bunu bilsinlər ki, sən Biriniz. bu Yamansan. bu sənətin içində olan bir adamsan. Çox İstəyirəm sağ ki, ol. bunu belə elan edeyim. Bəs orada sual verdilər ki, hansı belə dəli kino ad deyə bilərsən? Qayıtdın Zerkala dedin Harda? şeydə, Barda. barda. Bəs Venesiya Film Venesiya. Festivalında kimləri gördün? Venesiyada üzdün. Venesiya 2020-ci il tutamır. Hə, tutamır. Hə, zor, denə. Zordur. Venesiya Film Festivalı 2020-ci ildə 2 dəfə getmisən, hə, düzdür? Hə. 20 və 22. 20 və Gəncə və 25. gənclərə. Hə, 20 və 25. Üzr istəyirəm. 20-ci ildə Kate Blanchett'i gördüm. Məcid gördüm. Qəşəng. Məcid Məcidi Aşkım, aşkım. hər gün oteldə yemək səhər yeməyinə düşəndə Məcid orada olurdu. O Azərbaycanca bilmir. Bir də Bayburt Belediyə Başqanı. nə deməmiş. Elmətdim bir də. Hə. Hoşum axırıncı gün biz bileti biraz çox almışdıq. Şeydə 15 dənə bilet almışsan Bakıya. Alara biraz qabaq günlərə də almışdıq. Amma Məcidi düşəndə gördük Eşən Eyşənin. Hə, sorry. Eşənbəlli. Məcid də Azərbaycan dilini bilmir axı. Eşən düşdü aşağı, birdən Məcid çıxdı oradan. Eşən müəllim maniyə kömək. Birdən Eşən görür ki, Məcid o mükafat verilən gün oradadır. Məciddən zəhlədici edir. Ay da burada mükafat. Kimdir ki ümumiyyətlə apardı. Məcidi? Cənubi Azərbaycanlı Amin Fəryad. Amin Fəryadı deyə. sanat filmi İran. yönetməni. Doğrudan İranlıdır. 2025-ci ildəki Venesiya Film Festivalında başına gələn ən maraqlı hadisə. Ha, verilişi qutardı ya. Məsələn, Qutarmırıq da, qoy danışsın. Uzaq Məsələn sən Venesiya Film Festivalına bir də hardan qonaq olunacaq, hə? İkinci ildə Üzr istəyirəm. Tsai Ming-Liang var, Tayvan rejissoru. Toyvonlu rejissor da buraxır. Məsələn, mən bunu Çift düzəltməklə başları açılır ki, verdiyim onlara. sualın şeyi budur. Məsələn, Al Pacino görüb dedin ki, oy bilə Al Pacino. Məsələn, belə bir şey oldu, yoxsa Yox, belə mən 2018-də Kana gedəndə daha çox məşhur görmüşdüm. Nəinki Qəşəng o da var imiş. Kana sinefil kimi getmişdim də filmə Sinefil baxmağa. nədir? Yəni Sayıcı kimi. sinemaya baxanları On- üzr istəyirəm, çox üzr istəyirəm. hə. Kanda 3 gün proqram var idi. Ora 2 dəfə idi orada belə bir proqram. Kanda vardı. 3 günə var da film adı da. Tehranda 7 qış. Həm qoymur danışmağım. Belədir də bu. Həqiqətən. Hə, orada belə bir proqram var idi. Reyhanə Orada Cabbariyyə. ora getdim. Qari Oldman gördüm. Sonra Qəşəng. Nuri Bilgecədən Ahlat ağacına premyer Ana. Ağacın Ahlat ağacın yarpaqlarını Star gördüm. Wars'a Metrobüsdə baxdım. görmə Star var Wars'ın onu. premyerasında oldum aktyorlarla bir yerdə. Qəşəng. Sonra Kapernaum filminə baxmışdım. Sən onların yanında nə işin var idi ki? Sinefil, Sınıf aralarına getdin. Bayaqçı da amma bəcində. sinefil kimi. Hə. Belə Bəs Hacı Səfərov səncə Azərbaycan geydi də. Kilosunun Arasındakı yapı bir- taşlarından. bir qara ləkədir, yoxsa yəni Niyə hacı niyə? Hacı Bacıdır. məsələn Hadi Hacı biz kaçtık. Hacı 10 numara Səfərov. Orxan, həqiqətən çox sağ ol. Siz sağ olun. Möhtəşəmsən. öpürəm. Gəldin, iştirak elədin. Belə. Təşəkkür edirəm. Bu qədər. Sağ ol.